Və əlbəttə ki, bu dinamika ilə, belə bir musiqilərlə, abu-hava ilə yalnız Günəbax verilişi açılır. Gününüz uğurlu olsun, hər vaxtınız xeyirli olsun. Hamını salamlayıram. Bugün 5-ci gündür, həftənin son bizim iş günümüzdür. Amma sabahdan biz enerji yığıb birinci gün lap maraqlı gələcəyik. Bugünkü də maraqlı qonaqlarımız, yeməklərimiz, nələr. Nahid, salamlayıram hamınızı, xoş gəlmişik. Yenə mənim 5-ci gün gəlib deyə qanım qaradır. Niyə? Amma mən 5-ci gün həmişə qanım qara olur. Çünki 2 gün boşluq olacaq. Mən də istəmirəm. Mən, bax, siz qalanda darıxıram. Bilirəm ki, siz də mənsiz qalanda. Boynunuza qoymalıyam bunu. Darıxırsınız mənsiz. Ona görə mən pis oluram, düzdür. Amma eybi yox. Biz bu günlərim elə güclü efir hazırlamışıq ki, elə maraqlı, elə deməli, gülməli, sözlü, söhbətli, yeməkli, içməkli veriliş hazırlamışıq ki, siz bundan güc alıb 2 gün özünüzü rahat saxlayacaqsınız. Bildiniz, 2 günlük sizə elə bil ki, dozanı biz buradan ötürürük. Bəli. Bəli, ona görə birinci günə biz buradan elə tap batdıq, 2 gün birinci gün yenə. Əsas odur, keyfiniz kök olsun, tək qalmayın. O, bir axı Röya xan dediyi kimi, tək qalmayın. Əsas odur, yanınızda, ətrafınızda sağlam dostlar olsun. Sizə pozitiv enerji ötürən dostlar olsun. Dilim topuq vurdu. Negativləri var, bilirsiniz neyin? Uzaqlara. Bizə negativ lazım deyil. Bizə deyib gülmək. O adamlar var, gəlib görən kimi adama, ay Allah, mənim problemim buradan elə, ay nə bilim elə. O da, bu ayrı məsələdir. Bəzilər də var, gəlir sənin üzvə gülüb, arxadan 1000 dənə hoqqa verir. Hamımızda bir dənə bir qohum, uzaq qohum, yaxın qohum, fərq eləmdir. Bir dənə qohum var ki, nə vaxt yığsan, həmişə deyir, heç nə, xəstəyəm. Var, yoxdur. Hamıda var o. Hamıda. Ən sağlamda odur, bütün nəsli. Allah gecindən versin, yola salan da həmin adamdır. Yasların hamısında başda durur burada ki, bunu buradan götürün, bunu bura bastırın, tez eləyin, narahat olmayın, tez eləyin, mən ağrıyıram mən. Yəni, belə adamlarımız var. Mənim nənəmin bir sözü var idi, deyir, ürəyim döyünür. Yəni, ürək döyünməyi normaldır da, bu ürək döyünməlidir ki, yaşaya. Arvad, yəni, ondan da özünə qanqaraçılıq eləyirdi ki, ürəyim döyünür mənim, nətər eləyəcəm. Yəni, əsas odur ki, həyatı sevməyi bacaraq, əylənək, deyək, gülək, qanqaraçılıqdan uzaq olaq. Bu günlərimdə maraqlı gündür, maraqlı yeməklərimiz olacaq. Baxın, bax, kartoflara baxın necə düzmüşəm. Oy, Allah dağıldı. Hə, sən dəvət elədi Çinan, İlqar müəllimi, sağ olsun, ayağı ilə bizə bu istilikləri ötürən. Mən nə bilim, söz nə qədər desəm... Məncə, ayaqda termostat var, o hiss edir. Telefona SMS gəlir. Nəsə var, mən onu... Doktor ilkin nəsə ayağına qoyub, o telefonla güdür. Tapa bilmirəm də, mən onu tapa bilsəm, ondan birində öz ayağıma qoyaram ki, kimi bilim də, mən dərdimi ona uyğun eləyim. Və əlbəttə ki, bu dinamikada verilişimiz davam edir və əlbəttə ki, bizim kim çatışmır? Bizim sevimli aparıcımız İlqar Mikail. Vaxtınız xeyirli olsun, bəli, əhval-ruhiyyə qaydasındadır, bəli, 5-ci gündür, bəli, istirahətlər gəlir, bəli, hər şey qaydasındadır. Vəssalam, mən getdim. Sağ olun, salamat qalın, veriliş bitdi. Michael Jackson, Verişimiz bitdi. Ya, əhval-ruhiyyə qaldırmaq üçün gəlməmişdik, düzəltdik, vəssalam, hər şey yerli bəyərindədir, yenə əl qatıb ölsün. Nə olub sən? Necəsiz İlqar müəllim? Mən qaydasında həmişə olun. Enerjili olun, dinamik olun, biraz belə canı sulu olun, canı sulu, hamı canı sulu olsun, enerjili olsun. Enerjili ol, canı sulu ol, kim? Ay Nahid, ay Nahid, sən nə biləydin? Sən neylisən bu günlərin mətbəxdə? Mənə də özgədə sən sevilmək nədir? Ey gözümü yaşlı qoyan İlqar müəllim, indi baxıb halıma gülmək nədir? Yaxşı, başda, neyniysən? Yaxşı, oturmuşam işləyəm. Mən mətbəxi nəzərdə oturmuşam işləyəmə baxalım. Hə, mətbəxdə heç nə, baxın, kartofumuz yerində. Bu pomidorun adı nədir? Çeri pomidorları. Xeyr. Cımbıq. Balaca, cımbıq. Balaca da şirindir də, şirin adı qoysun. Bu yekələnəcəkdə böyük pomidor olacaq belə. Amma imkan verməyəcək bunu. Hə, bunu yeyəcəyik. Deməli, burada soğanımız var. Hə, toyuqdan heç vaxt əl çəkmək olmaz. Heç vaxt.
Bu dövr elə dövrdür, ancaq ümid toyuğadır. Niyə? Niyə Əlqar müəllim? Da ət bişən günləri niyə yaddan Nə çıxardın? istəyirsə də, bax, ət bişən günlər. Hə. Demirsən ki, hər gün bişən ət, deyirsən ət bişən günlər. Deyir ki, bir şeydən lap çox istifadə eləmək ziyandır. Ona görə də mən Hər deyim ki, gün ət toyuqsuz yemək olmasın, ömrü ziyandır. heç kəsin. Hər gün ət yeməyin adı yoxdur. Hər gün toyuq da yeməyin adı yoxdur. Hər gün dayanmadan 10 litr su içməyin də adı yoxdur. Bir məsəl var idi, yadımdan çıxıb. Amma sos döyürsən, 10 litr su içəsən. Balıq nə vaxt bişirəcəksən? Hə, balıq istəyir. Niyə keçən dəfə tunadan salat Ay, o hazırlamadın? sayılmır. Niyə tuna Yox, balıq konkret deyil? balıq bişirməkdən söhbət gedir. Tunaçılar sizi bax məhkəməyə verə Özləri bilər. bilərlər, mən biz tərəfin balıqlarını nəzərdə tuturam. Biz tərəf. Kefaldir, Naqqa. fareldir, naqqadır. Oh, sonra nə var? Sazandır, belamordur. Bığı var, bığı amurdur. burma belə. Elə naqqa dedin də. Naqqa o da. Tanımıraq, o eşidib naqqanı. bilmirəm, mən Sadəcə balıq- olaraq tanımır ki, hansı Hə, arzu. balıq. Amma Nəysə, o balığı balıq nə vaxt elə bişirir? çox istəyirəm. Elə çox istəyirəm. O da sənə çox Çox istəyir. qəşəng belə sifəti. Özə bilirsiniz necə? Hardasa 50-60 yaş arası yaşlı belə ağsaqqallara oxşayır belə tam hamısına yox ha, bəzilərinə. Belə oxşayır. Və belədir. Burdan da var belə bığları. Ölürəm ondan. Ay, O sənin- balıqdan inanırsınız, evdə saxlayaram bax. Amma yekə olur da, ağzı Mən açılanda sənə yekə. heç kim deməyib ki, kirkəyə oxşayırsan. Mən bu boyda kilkə olarsa mən bu Ona kilkəni görə alıram. soruşuram da ki, deyiblər ki, kirkəyə Xeyr. oxşayırsan. Deməyəcəklər də. Niyə? Çünki sən Belamora oxşayırsan. Və salam. Davam elə. Davam elə, sonra nə edəcəyik? Hə. Siz Belamora mən sizi həsrət qoyum, siz də baxın. Sən həsəd qoymağınlandır. Sizin Maaş mən- verirsən mənə, balıq alırsan mənə. Maaşı özümdür. Belamor deyiləm. Hə. Onun bütün hüquqlarını özüm qoruyuram. Və bu gündən qadağa qoyuram ki, İlqar müəllim onunla yeməyə qadağandır. Heç bir marketdə satmasın. Əgər desəz ki, biz ondan pul qazanırıq, eyb yox, gəlib mən alacam. Və bilirsən, müğənnilər də onun kimdir. O sosial şəbəkələrdə bir balaca belə eləyib yaranırlar ha. Onlar da bir-iki dənə efir üzü görən kimi dərhal başlayırlar ki, mən filan şeyə qadağa qoyuram. A, sən kim də yox, nəsən ki, nəyəsə qadağa qoyasan. Məşq elə, məşq elə, ay sağ ol. Yox, İlqar Deməli, konkret nə bişirəcəksən? Mən müğənniyə zada qadağa qoyum. Mən demirəm ki, mən Yox, mən yaşda paralel aparıcılara mən apardım. qadağa qoyum. Mən elə o sözü Mən demirəm. paralel apardım. Yox, bildi. Paraleli aparanda da düz aparmaq lazımdır. məhz İlqar düz müəllim, mən paralel nədən edirəm. danışdım, siz hara getdiniz, çıxdınız? Sən toyuqdan başladın. Ay, sən Mən bax- ət dedim. Siz Sən ət balığa demədiniz, keçdin. siz balığı- Sən balığı naqqa ilə bağlı məsələləri başladın. Siyasi nöqteyi nəzərdən istiqaməti dəyişməyə. Mən də sadəcə olaraq Qəşəngdir, soruşdum. görkəmi qəşəngdir. Hələ bığı vurma. Belamor. Hə, nə Belamorun üzünü görmüsünüz də qabaqdan. Nəysə, davam eləyək. Nə bişirirsən? Burada Belamor, burada. Hə, fikirləşdim. Hə, heç nədə hazırlayacağım da qanımı qaraldandan sonra hə nə sual 50 min dənə sualı verim. Biberimiz var Yadımdan maraqlı. çıxıb, Hə. mən Yo, hazır yadımdan deyil. çıxmayıb heç biri. Baxın, bunun dizaynı olacaq. Bax sonra bura bax yağlı, tomatlı, duzlu, istiyotlu bax, Ehtiyatlı. sos düzəltmişəm. Sos, bəli. Hər şey qaydasında işində ol. Mən yem qonaqlarımı Bunu çağırmağa dənə bu adam hələ hazırlayıram, çox davam göndərəcəm edəcək. sobaya. Bu adam mətbəxlə bağlı Sobada danışdı və pişsin. salam. Başa Elə düşdünüz, təəssürat yaranır ki, pişəcək. mətbəx onun Yaşlı evidir. adamlar. Nəysə, qonaqlarımızı dəvət edək gəlsə, yeri gəlmişə sosial mövzumuz da var ki, o barədə mütləq danışmalıyıq. Məhz Akstafa rayonunda o balaca bir qız uşağı ilə bağlı problemlər ki var idi. Onların da axırına gəlib çıxmışıq. Görək həmin o məsələlərin altında, alt yapısı nələr yanır. Mütləq o barədə xəbər eləyəcəksə. Hələlik isə ilk olaraq qonaqlarımızı dəvət edib gəlsinlər və biz yavaş-yavaş elə həmin o müğənnilərdən danışacağıq. Azərbaycanın əməkdar artisti Nigar xanım Şabanova, buyurun. Müğənni İzzət Bağırov. Hoş gördük, hoş gördük, hoş gördük. Bəstəkar və müğənni Hacı Nazim. Həmkarım Lalə Əli Muxtarova. Zeynəb Xanlarovadan çağırdım. Hoş gördük. Zeynəb Xanlarovadan. Nəsə güclü müzakirə gedirdi, indiyə kimi davam edir, hə? Arxada nə söhbət gedirdisə. Nəsə, birincisi efir qarşısında əyləşən bütün tamaşaçıları salamlayırıq. Hər kəs salamlayırıq, sizi salamlayırıq. Çiğnə səni salamlayıram, qardaşımızı. Təşəkkür edirik dəvətiniz üçün. Söz İzzət Bağırovda. Daha hər şeyi dedim də.
qoşuluram, qatılıram, salamlayıram efir qarşısında bizə əyləşən, istirahət edən, verilişdən zövq alan bütün tamaşaçılarımıza. İlqar, səni salamlayıram, əziz dostumuz. Sənin uzun müddətdir görmürəm. Efirdən görürük bir-birini, amma Hətta o qədər uzun müddət ki, heç birimiz dəyişməmişik. hə maşallah, hə təşəkkürlər. Bəlkə də dəyişmisiniz, xəbəriniz yox. Yox, xəbərimiz olar dərhal dəyişsəydik. Baxma, Var Yox, olasın. dəyişmir, Allah yüz sənə var. can sağlığı versin və sizi salamlayıram dostlar. Sən maşallah, sən hoqqa verirsən abi. Çinadakı işlərdə əzizimizdir, Allah var eləsin. Operatorlarımızı salamlayıram, mənim verilişimdə də zəhmət çəkirlər. Allah var eləsin hər kəsi, Allah qorusun. Çox Yer sağ olun hamısını və biliriz, bugün vəziyyət. əziz dostlarımızla efirdəyik. Çox yaxşı. Dəyərli sənət yoldaşlarımı salamlayıram. Bizi izləyən hər kəsin günü xeyirli olsun inşallah. Çinanı, burada işləyən dəyərli qardaşlarımızı və professional doğğa bişiricisi Cavan oğlan. O doğanın dadı getməyib hələ ağzımdan. Ha burada olmusan, doğğa yemirsən. Olmuşam. Doğğa bişirib şəxsən. Burada olanların hamısına doğğa verirlər gedəndə. İlqar müəllimdən Elə şeydir. Cibinə çəkirlər. O da baş verir. Lara xanım, vəziyyət necədir? Vəziyyət əladır, əhval-ruhiyyə əladır. Bugün biz buradayıqsa çox gözəlik. Bəli, artıq ikinci dəfədir ki, Allah hamısı ikinci, verilişimizin üçüncü krugu gəlir. Mən də qonağıyam. ikinci dəfədir. Sabahınız xeyir olsun Səni dəyərli görmüşəm. tamaşaçılar. Deyim, nə baş verdi kadr arxası mütləq Təbii. deyəcəm. Deməli, Nigar xanım çıxdı, İzzət Bağırov və Həcc Nazimin adını çəkdiniz. Gedə-gedə mən belə deyir. Sən axıra qaldın, Lalə. Yo, mən o, gördün, ironiya, deyiliş forması, elə də, emoji elə deyildi. Hə, Yəni, mən necə deyim ki, idi? Lalə, sən axıra qaldın. Orada axıra qalmaq... Ay Aha, canım. bax Hə. belə dedin. Mən dedim ki, ən qaymaq sonda konsertdə müğənnilər axıra qalır. Dedi ki, konserti həmişə Zeynəb Xanlarova bağlayır. Əslində o, mən onu bu yaxınlarda bir intervyumda qeyd eləmişəm ki, ümumiyyətlə axıra qalan sənətkarlar abışlı bunu istəyirdilər. Həmişə üstündə dava gedirdi ki, falan kəs axırda oxusun. Çünki aşuşeniya, təəssürat, axırıncı təəssürat yadda qalır. Ona görə də 10 dəfə birinə yaxşılıq elə, bir dəfə axırda pisləyirsən, pisliklə yadda qalırsan, yaxşılıq yadda qalmır. Tutardı belli işte. Ona görə də heç nə eləmək Belə lazımdır. tutarsa, sağollaşa çək edik. Ümumiyyətlə, nəsə eləyəndə, həqiqətən o təhlükəli addımdır. Amma orada mən dördüncü niyə sizə çağırdım heç? Variant tapaq da, həmkarıq. Bəli. Lalə, sən qayıdara zəhmət olmursan, kəsə başqadan var. Bəli, bilmədən görürsüz, insan var gəlir konsertin sonunda yalvarır ki, məni sona saxla. Mən sonda konserti bağlamaq istəyirəm. Amma çox xoşdur ki, bugün doğrudan da dəyərli sənətkarlarımızı, sənətçilərimizi görmək. Valla mən sənətkar zat görürəm, sənətçiyəm. Köhnə dostlardır, Yox, sən köhnə sənətkarsan. dostlardır əsas. Amma ümid edirəm ki, siz sonda oxumayacaqsınız. Mən ümumiyyətlə oxumayacağam, ümumiyyətlə oxumayacağam. Tövbə eləyim. Vəssalam, o da var, aydın məsələdir. Lap yaxşı, oxumayacaqsa əla. Bir yerdəyik, mənim bir niyyətim yoxdur, problem yoxdur, hər şey qaydasındadır. Nəysə, bir balaca pauza, ondan sonra başlaya bilərik. Getdik. Maraqlı nəsə hazırlamaq istəyir. Ətrinə bir dənə belə baxın. Əhsən, əla. Oy oğlum. Əla, həqiqətən əla. Yavaş dağıtma, içindəki sosu dağıtma. Qorxmuşdum ha. Sən kameraya baxma, sən ora bax. Mən Tofiqə baxıram. Sən Tofiqə niyə baxsan? Sən ona bax ki, dağıtmayasan. Belədirlər də, bəziləri kimi o sosial şəbəkələr... Siz niyə ancaq məni bəziləri ilə belə tutursun, nə olub? Əziyyət belədir də, deyiləm yola. Dözməlisən. Sonra arada bir yaxşısı ilə də eləyin də. Gələcəkdə yaxşısı da gələcək, tələsməklə, narahat olma. Deməli, bu hazır. Belədir, bilirsiniz necə? Bax, söhbət bilirsiniz nədir? Bax, İzzət bəy, söhbət bilirsiniz nədir? Ay İzzət bəy, söhbət bilirsiniz nədir? Mənim anam deyir ki, İzzət mənim qardaşımdır. Ömrü uzun Elə olur. olanda, deməli, mənə dayı düşür. Düzdür, dayı Bəli, düşür. bəli. Hə, olar, Elədir. niyə olmasın ki? İzzət Ay, dayı. Mənə niyə baxırsan, hə? Niyə olmasın deyəndə, də bilmədi kimin oğluyam, eyb yox. Bilmədi, eyb yox. Niyə bilmədim, bildim mən. Mən kimin oğluyam? Heç dəxili var. Bayaqdan da kimlə danışıram burada? Bilirəm burada. Yox, bayaqdan burada kimlə danışırdım? Kimdən danışır? Bayaq burada kimlə danışırdım, dərdləşirdim. Verilişdən qabaq. Ya bilir. Hadi görsün. Öz yadında deyir axı, dərd orasında. Yox, onda özü bilmir, məndən soruşur. Hə, görürsən, cavanlar belədir də. Yəni söhbət orasındadır ki, dayı kimi arxada durmaq lazımdır. Mən sənin belə həmişə arxındayım, narahat olma. İndi başlayın. İndi başla. Yox, di cavab ver. Di cavab ver.
Başlamağa nə var ki? Mənim üçün Başlayım mən nə başlamaq deyirəm? belə bir şey. Mənə əsas o Yeni lazımdır. həmişə Kar salam komandı. başlayın. Yola gedin, barışın getsin də. Ay, vəziyyət ağırdır onun. Hələ ki. Deyəcək bəzi Sənətçi, müğənnilərin arxasında sənətkar adam. sözlərinin üstündə dayandım. Şəkilçini dəyişməklə nə dəyişir? Və hərbidə başa düşürük. Leytenant var, kapitan var, mayor, polkovnik. Orada konkret iyerarxiya var. Musiqi aləmində yox, mən sənətçiyəm, sənətkar deyiləm. Yox. Şəkilçini dəyişməklə. Bilirsən Təvəzzökarlıq. nədir söhbət? Mən sənətkar sözü çox ağır sözdür. İndi düz deyim, mənim məsəl görəndə ki, sənətkar necəsən, hamı desən, olub belə indi stajımızla bağlı, illərimizlə bağlı. Mən 91-ci ildən meydandayam. İllər 35 ildir ki, səhnədəyəm. Düz 35 illik səhnə fəaliyyətim var. Yəni kimsə deyəndə sənətkar, mən normaldır bu. Sadəcə o biraz özü ağır yükdür. Məsələn, kimsə mənim bir cavan uşaqlardan biri zəng vurub deyəndə ki, gənc uşaqlardan. Yəni mən bəstəkara mahnı yazmışam. Deyirəm, oğlum, sən bəstəkar demədə, deyirəm ki, bir dənə mahnı düzüb qoşmuşam. Neçə dənə mahnım var? 2 dənə mahnım var. İstəyirəm dən qulaq asız. Mahnı düzüb qoşmuşam. Və yaxud ki, bu bəstəkar sözü ağır sözdür, sənətkar sözü ağır sözdür, yazıcı sözü ağır sözdür. Yəni bunlar hamısı ağır yüklərdir və bunların altına girəndə artıq o məsuliyyət də sənin üstündə olur və başlayırsan onun məsuliyyətini daşımağa. Bəlkə indi olur, bəlkə mən təvazökarlığımdan belə rəftar Elə edirəm. gəlir ki, sənin sözünü kəsirəm ballarının toyunda. Bağışla, gedə bilərəm mən. İzzət yox, estağfurullah. İzzət onu təvazö olaraq deyir. Burada məsələn, siz dediyiniz o general, leytenant, o musiqidə də var. Yəni, deyək ki, sənətkar bu peşə ilə daim məşğul olan adama sənətkar deyirlər. Yəni ki, bu mebel ustası da ola bilər, nə bilim, naqqaş da ola bilər. Profidir. Bu adam sənətkardır, yəni bu işlə məşğuldur. Sadəcə onun içində artıq canlı əfsanə, karifey, dahi, düha, nə bilim, müxtəlif ulduz, megastar, nə bilim, müəyyən şeylər var ki, bunlar orada yüksəltmə dərəcələridir. O da ki, indi kimə nə deyirlər, Allah bərəkət versin. Məsələ burasındadır ki, adamın özünün adı, İzzət Bağırov adı yetərlidir, hər şey deyir. Çünki, yenə deyirəm, biz uşaq idik, mən ilk mahnımı da İzzətə vermişəm. Yəni, ilk mahnım İzzət oxuyub, tumar çəkərdim. Elə ilahi mahnını mən oxumuşdum. Mən ümumiyyətlə ilahilər yazırdım, əvvəldə belə idi. Sonra ilk dünyəvi mahnımı İzzət oxuyub mənim. Nəyə deyirəm, mən uşaqlığımdan Göyçaydan başlayaraq İzzətin 7-17 həyatı olsun, Bülbül adına musiqi məktəbindəki olan yaşam tərzi, musiqi təhsili və s. Bunların hamısını görmüşəm və eyni zamanda ildə 2 dəfə anşlaqla cəmaat özünü öldürürdü ki, demirəm də nağarıdır, plus neçə. Cəmaat İzzətin konsertinə getsin də, bu konserti izləyə bilsin. Yəni, hər il 8 martda qadınlara hədiyyə Dekabrın olaraq 30-u, martın 8-i. Sentyabrın 30-u. Yəni, İzzəti yaxın düşənməzdin. İnteresi bir şey var idi belə qərbə. O vaxt bizi saymayan vaxtları idi. Yaxşı görəsən. Amma deyərdim ki, İzzət Bağırovun bir 20-25 Lalə də il... ilk işbirliyini mənimlə başlayıb. Bəli, yəni mən artıq bir 25 ildir insanla həm işləmişəm, həm dostluğum davam edir. Necə duruşu, baxışını 25 il öncə görmüşəm. Hal-hazırda da bax belə, düzdür, indi İzzətin yaradıcılıq gecəsi deyil, sadəcə olaraq doğrudan da o insana... Yaradıcılıq səhəridir. Səhəridir. Yəni, bu insan illərini bu sənətdə qoyub. Artıq necə rəhmətə gedən sənətkarlara artıq deyirik, karifey sənətkarımız, düzdürmü? İndi rəhmətə gedib, Allah hər birinə rəhmət eləsin, yox, iraq olsun. İndi tuturlar da, getdikcə 20-25 il bundan öncə sənətdə olan sənətçilər tutur onların yerini. Gəlir, maşallah, Nigar Şabanova nə olsun bir 10 ildir səhnədədir, amma görürsən ki, getdikcə də peşəkarlığa doğru gedir, yüksəkliyə doğru, maşallah, ad-san. Yəni, o şəkilçiləri dəyişməklə mənə elə gəlir, heç nə dəyişmir. Sadəcə olaraq insan özü də boynuna aldı ki, biraz təvəzzükarlıqdan bəli, irəli gəlir. O əslində qalsa çox böyük problemdir. Bax, mən... İnsan təvazökar olmamalıdır, məncə də olmamalıdır. Yox, İlqar mən özüm İzzət kimi, mən də, məsələn, bəzən deyirlər ki, bəstəkar, məsələn, deyirlər. İndi bu, məşğul olduğumuz peşənin adı budur. Amma mən onun ixtisasını, diplomunu, konservatoriyada bəstəkar kimi almadığım üçün almadım. Mən bəstəkar kimi, mən xanəndə kimi almışam diplomumu, xanəndə kimi fəaliyyətə başlamışam və s.
Bugün mənim beynimdən keçən melodiyanı mən yazıram. İndi onun adını bəstəkarlar nə qoya bilərsə peşənin, hamısı mənim hər şey həll əzizlərimdir də. eləmir. Desinlər mən o adını deyim, mən heç bəstəkar Amma demək İlqar istəmirəm. gözəl bir məsələn söz də. işlətdin. Dedin ki, çox nahaq yerə təvazökarlıq var. Yəni mən səninlə 100% razıyam və razılaşıram səninlə. Sən çox gözəl vurğulayırsan. Ümumiyyətlə insan nə qədər sadə olduqca, o bir şey deyil. Bəli. O qədər adı Hə, qarşı. o qədər də bir sənə necə baxırlar sənə. Mənim Deyirlər ki, başıma gəlir o, bilirəm. ümumiyyətlə bir sənə olmaq lazımdır. Zaten olsa kənardan baxanda dedilər ki, bu özündən çox razıdır. Elə o cür olmaq lazımdır. Razı. Bəli, bəli. Hə, elə İnsan niyə olmaq lazımdır. özü-özündən razı olmamalıdır? Mən gec anlamışam Allah onu. sizdən razı Yaxşı olsun. Nə qədər sadə olursan, nə qədər Allah səndən razı çalışırsan, olsun. məhəbbət İfadə var göstərirsən da. İlqar. Məhəbbət göstərirsən, kiçiklik eləyirsən, yaxşı belə amma o adam elə bilir ki, o böyük adamdır. Bəli. Sən ona bunu Hə. gedişindən məşğul ol. Kim neyini həyatda özünü eləyir. Sadə. Vallahi da. Allah təki təkəbbürə yazmasın. Amma insan özündən, birinci öz-özündən razı olmalıdır. Mən bunu gec anladım. Çünki Amma nə ilə anladın. anladım? Sən veriliş tutarına yaxın anlamısan. Yox, yaxşı ki də, amma gec olsa da yaxşı ki Hədə anladım. yeri şükür. Çünki bu günləri müəyyən bir özlərinə sayt adlandırılan bir yerlərdə də indi deyək sosial şəbəkələrdə bir xəbər filan çıxanda bu neyniyib ki bu adı qazanır? Bu neynir ki özündən bu qədər razı danışır? Bunun da səbəbkarı mən özüməm. Oxuduğum səhnələri, gəzdiyim ölkələri, Paylaşaydın çıxdığım böyük-böyük səhnələri, çıxdığım böyük simfonik orkestrlarla ifalarım, xalq çalğı alətləri ilə olan ifalarım, yəni dünyanın bəlkə də elə sadəcə Elə bir 20 dəfə Fransada. 90%-ının yalnız xəyalı olan böyük səhnələrdə çıxışlarımı filanı heç birini paylaşmamışam, heç vaxt heç birini Bəlkə o adamın yadında bir yalan deyilmi, gətirməmişəm. Nahaq yerə də. Bəli, özümü çox Niyə? sadə aparmışam. Hamının yanında belə oturmuşam, amma son vaxtlar o nigar yoxdur deyə hamı deyir ki, çox özündən razı, özünü aparır, çox acıdır. Əybi yoxdur, qoy başqa söz deməsin, desinlər ki, elə acıdır. Nigar, sənin məncə milli ruhda o qədər böyük sənətin var ki, maşallah. Maşallah. Mənə elə gəlir ki, onları təbliğ eləmək lazımdır, vallahi. Gəlin belə, İzzət bir ifa eləsin, sonra bu mövzuya mən mütləq qayıtmaq istəyirəm. Orada da belə içəridə məndə qurtlar var, onları çıxarmalıyam. Var. Mütləq. Buyur, İzzət Bağırov. Əslində qalsa, mənim aləmdə bu sadəlik, təvazökarlıq və s. və ilaxır bu kimi sinonimlər hamısı mənə elə gəlir ki, sosializmin qalıqlarıdır. Sosializm dövründə bizim beynimizə yer. Ən yaşlısı mənəm də. Ona görə mən yaşa yada salmayım. Heç kim sosializm dövrünü görmür. Yox, niyə ki? Görmüşəm. Mən piyano oktyabrat olmuşam, Hə, onda- piyano olmuşam, komsomolmusun? Ay sağ ol. Onda hə, dərhal alınır. Niyə mən də olmuşam da, oktyabryonik olmuşam. Necə? Bəli, 89-cu ildə. Niyə ki də Təzə dağıldı, axırda o axırına mən gəldim 70-lərdə. dağıtdım. Yox, sən Sən gəl. verilişin axırına gəldin. danışma. Sən gələndə bomba düşmüşdü. Biraz bomba artıq, Aləm amma dəyəli Oğuzla Sən çox neçəncisin qadam? Sonra danışaq. Hə. Bata özün də. Saymaq olar da 89-cu ildə oktyabrda olubsa, Nə qədər eləyir o? 8 il çıxırsa. Yox, bax, Yox, indi- mən bu yaşımı aprel aydı da. göstərmirəm, 82-ci Bu ilə. aprel Məndən aydı, bir bax yaş gələn böyük. ay, gələn ay, Mayda. mayda elə biz Həcc ilə eyni aydayıq ad günlərimiz. Buğayıq biz ikimiz. Məndə gələn ay 49 yaşımda olur. Yəni qismət olsa inşallah, Sən yəni Allah əməlli izin gör. versə, İmkan versələr. Allah icazə versə, sadəcə nəyi demək istəyirəm ki, Allah yəni izin verəcəyi lalə qoymayır. qoymayacaq. Yəni o biz o etaplar ki var idi. Biz onları gördük və yaşadıq, amma o demək deyil. Sadəcə mən bu gün görürəm ki, İlqar, mənim əzizim. Bu gün Razı görürəm ki, ki, o bu gün dövrdən qalıb heç da. yox, bu gün sadəlik yaxşı şeydir əslində, amma bugünkü cəmiyyətlə yox. Hə. Sadəlik gözəl şeydir. Təvazökarlıq olmaq gözəl şeydir. Bax, istəyirəm bu sözüm kimsə xoşuna gəlir, gəlsin, gəlməsin. Sadəcə mən onu demək istəyirəm ki, və deyirəm, təsdiq edirəm bu sözümün üstündə də dururam. Bugünkü camiyə ilə, bugünkü yaşam tərzindən sadəlik bir köblü şey deyil. Sadə olmaq olmaz. Nida, ona razıyam. Çünki olduqca və otururlar boynuva, ayaqlarını da Çıxan sallırlar. kimi başlayıram Belə ki, gəl, başlayıram. xoşam. Sən necədir? Sən istəmirsən sadəlik, sadə olasan, belə mehriban olasan, ona qarşı belə diqqətli. Bu adam elə bilir ki, sən necə, bu bunu haqq edib. Yox, Qəti sözlü, məzəli, yanaqları, qəmzəli. İlkin Valihoğlu, təşəkkür edirəm Sağ olsun, dostumuza. İlkin Valihoğlu. Aranjman da, musiqi də onun idi. Sağ Sözləri olsun. Mirvari xanımındır. Yəni, bunları qeyd eləmək lazımdır. Biz başlarıq mütləq. söhbətə. Çünki bu Nazim dostumuzdur. mənim üçün hindiyəcən bir 16-17 mahnısını oxumuşam Nazimin. Özü də hamısı da biri-birindən gözəl musiqilər. Yarısından çoxunu da klip çəkmişəm.
Nazim yaxşı oğlandır. Nazim gözəl dostdur, gözəl yol yoldaşlığı var. Mən Nazimlə biz müqəddəs ziyarətlərdə bir yerdə olmuşuq, yoldaşlıq eləmişik. Mən oğlum da bizimlə bir yerdə getmişdi. Oğlumu götürdü, gedir dükanlara gezməyə. Uşağı axtarım, görüm Nazim aparım. Yəni bu çox gözəl, yəni yol yoldaşlığı əladır bu kişinin. Allah razı olsun. Allah sənə balalarda saxlasın Nazim. Allah sənə də balalar. Çox sağ ol. İndi qayıdırıq həmin məsələnin Həmçinin. incə tərəflərdə. Gedək də. Yaxşı, bu cəmiyyətdə bəli, mən sizinlə razıyam ki, sadə olmaq, təvazökar olmaq düzgün deyil. Amma ikinci bir tərəfdən, baxaq, sosial şəbəkələrdə bir balaca belə eləyib üzə çıxan kimi, sonra dərhal yol tapırlar televiziyalara. Dil uzadırlar. Dil uzadırlar. Dil uzadırlar, ay sağ ol. Yol tapırlar televiziyaya və bəlli məsələdir necə yol tapırlar və başlayırlar televiziyadan dil uzatmağa. Və həmin adamlar artıq özlərini qaldırır, qoyur dağın başına, Elbrusdadılar və o tip adamlar artıq, Rusun bir sözü var, satana private bal, məhz iblis tədbiri başlayır idarə eləməyə, tərcümə eləsək onu. Və onların tədbiri, yəni həyat tərzi idarə etməyə başlaması nəticədə gətirib belə bir ağır vəziyyətə çatdırır ki, Azərbaycanın əməkdar artisti, 30 ildən yuxarı Azərbaycan musiqisində olan şəxs kənardan dayanır. Neçə bəstəviz var? Mən bilməm. 100-dən çoxdur. 100-dən çoxdur. Və sakitcə kifayət qədər sözü demiş bir şəxs və kifayət qədər sözü demiş şəxslər tərəfdən malları oxunan şəxs sadəcə olaraq qıraqdan dayanırlar, belə baxırlar ki, bunlar neyniyir? Və onlar sizə dil uzadır, iş orasındadır. Düzdür, qabaqdan gəlmiş deyim, deyim ki, burada televiziya müəyyən günahı var, razıyam. Amma onun da müəyyən səbəbləri var. Prosta hansı dildə uzadırlar onu? Hələ ki, uzatdıqları öz dilləridir. Ana dilində uzadır. Hə, özlərinin analarının dilidir. Öz analarını oxşamağa başlayırlar. O da yaxşıdır. Onda da dillərini qəşəng kəsirsən və sonra nə adını çəkə bilirlər, nə sənin haqqında danışa bilirlər. Çünki bilirlər ki, başlarından böyük işə qalxışırlar. Dərd orasını ki, Sonra da başlayırlar, sənətkara dil uzatdıqdan sonra başlayırlar videolar çəkib paylaşmağa. Ondan sonra başlayırlar şirin sözlər deməyə. Bu yenə də Görün cəmiyyətə necə gəlir, böyük çıxır bir da, ayıbdır İlqar ki, müəllim. bir sözü deyəsən, sonra da o sözü başlayırsan üzr Yox, məsələ- istəməyə. Mən Yəni elə- üzr istəyəcəksənsə bunu niyə dilindən Mənə çıxardırsan? elə gəlir ki, o dili kəsmək olar. Acaqlı Kəsin bir qurtarırlar. haldır. Çünki bu dəqiqədə bizə hər kəs baxır. Efirdən oturub baxanlar 90% əsəb keçirdir ki, bəs bu sözü niyə dedi axı? Bu sözü niyə dedi? Əzizim, Niyə onu o şərait dedizdirirlər də, yaradıldı? efirdə onu dedizdirirlər ki, Və cəmaət niyə həzər görə edir. sosial şəbəkələrdə paylaşıldı? Bunlar hamısı sualdır. Niyə? Amma hamı birləşəndə görürsüz, nəsə əldə etmək olur. Və mənə elə gəlir ki, ona görə də hər bir işin peşəkarı olmalısan ki, istər o sosial şəbəkənin istifadəçisi olsun, istər teleaparıcı olsun, istər jurnalist olsun və sən özün elələrinə qadağa qoymalısan və qoymağı bacarmalısan. qoymurlar axı. Lalə, mən düşünürəm İşləri ki, onlardan keçir. İlqar mənim çox üzr istəyirəm, bu şeylərin hamısı boş xülyalardır bizim danışdığımız. Yəni, düzəlməyən şeylərdir. Bu Bizim ümumiyyətlə baba köklü. evimizi yıxan odur. Yox, nədir? Bu Bax, köklü o dəyişilməlidir, köklü. Çünki Bəli. bu günləri peşəkar tam çağırmısınız, səhnə fəaliyyəti 35 il olan adam, təcrübəsi var, kiməsə məsləhət verə bilər də. Yəni, bu adamın ixtisası var. Nigar olsun, bu gün əməkdar artistdir və eyni zamanda bizim opera balet səhnəmizdə uğurları var və s. Lalənin yetərincə aparıcı kimi təcrübəsi var və s. Bu günləri biz gəlmişik, burada danışırıq. Başqa kanalda filankəs oxuyur. Yəni, məsələn də, heç nə dəyişmir. Əgər biz köklü olaraq, necə ki, 44 günlük müharibə ərəfəsində hamımız birləşdik, nə oldu bir dənə bayağı heç nə eşitmədik? Hamı əskər üçün, vətən üçün, gözəl musiqilər, professionallar çalışdılar, radiolarda çağırılan gözəl qonaqlar da. Azərbaycan retro musiqiləri dinlənildi və s. Hamı toplandı və bir qərara Mən sizə gəlindi deyim və niyə bir oldu. nəticə oldu yəni. Mən sizə deyim niyə oldu. Birincisi elə həmin o 44 günlük müharibədən başlar. Ümumilikdə Azərbaycan miqyasında götürsək, bir nəfər var idi, dedi ki, belə olmalıdır və hamımız dedik, baş üstə. Şou biznesdə o bir nəfər anı ki, dursun desin ki, bilirsiniz nə var?
Məsələn, Bax, mən belə onu olmalı. təklif olaraq zamanında bir 15 il bundan qabaq dedim ki, məsələn, gəlin bir dənə necə ki bütün qurumların, bütün idarələrin, nə bilim, deyək ki, prokurorların 52-ci nə bilim nə sessiyası yığışır dünyada. Məsələn, burada da olsun İlqar Muradov kimi, İlqar Muradovun özünü Bəli. ki, hamımız ona hörmətlə, sayğı ilə Bəli, yanaşırıq. Hamı onu eşidir, bir don kimi gəlsin, başda otursun, biz onu seçək, səs verək. Hamımız da arada ayda bir dəfə iclasa gedək. Oturaq, balam, sənin nə problem var, niyə onunla qırırsan, niyə bu baltamı belə elədin, o birisini niyə bıçağı çıxartdın, niyə bugün bu vəziyyət yaranıb. Gəlin, bəlkə əl-ələ verib bir şeylər ortaya çıxarda bilərik. Mən bunu bir konsert ərəfəsində ispat elədim ki, 8 aranjurovski yığdım bir qrupun içinə, 8 dənə ayrı-ayrı mahnı verdim. Orada müzakirələr gedir və 8 dənə mahnı çıxır ortalığa konsert üçün. Dedim, uşaqlara axırda yazdım ki, demək ki, biz birləşəndə nəsə eləyə bilirik də. Yəni, niyə birləşməyək ki? Aranjmançıları birləşdirmək ən sadəsi ona görə asandır ki, onların işi, peşəsi, istiqaməti eynidir. Yox, fikirləri fərqlidir. Fikirləri fərqlidir. Fikir fərqli olacaq, amma işi, istiqamət ki, eynidir. Yəni, Amma ümumilikdə burada- bütün məsələləri müzakirə eləmək üçün bir nöqtə olmalıdır. Tutalım ki, gəlib oturursan, başda oturur, məsələn, İlqar Muradov ki, bizim Mədəniyyət Nazirliyi və deyək ki, show biznes arasında bir körpü olaraq. Tutalım, baş verən hadisələr, müzakirəsi, iclaslar keçirilir ayda, kimin nə dərdi var, kimin nə səri var, nə Effektiv olmayacaq. olmayacaq. Çünki nələr, Çünki nəyə bax, bu lazım. olmayacaq, onu bilmirəm də. Bu lazımdır, hacı. Sübut olundu ki, bizdə sübut olunub da, cəmiyyət olaraq bu lazımdır. Başqa variant Bəlkə onun yoxdur. hər evin bir böyüyü varsa əgər, o evdə böyüyün sözü keçir. Təbii. Və o evə qonaq gələndə, məsələn, masa arxasında oturub sənin ağ bir şeyin. Evə qonaq gəlib və onların içində bir az yaşlı, dünya təcrübəsi olmayan, heç nəyi başa düşməyən, üzr istəyirəm ifadəmə görə qanmayan, ağzını danışığını bilməyən bir uşaq var. Və sən ağ bir şeyin haqqında o uşağa sual verirsən. Əlbəttə ki, o uşaq ağzına gələn deyəcək sənin evində otur ağ bir şeyə. Demək ki, nə olmalıdır? Birinci evin ağsaqqalı, evin böyüyü bu işlərə baxmalıdır ki, evdə qərarı verə bilməyən bir ailə üzvlərindən biri, uşaqlardan, gənclərdən biri, hansısa bir uşaq bir şey haqqında sual verməsin, o da onun o sözü deməsin. Aparıcılar var ki, yalan deməyə imkan verməzsən mənə. Konkret olaraq bu adamın işi aparıcı olaraq televiziyadır. Toya getmir, bir şey eləmir. Aparıcı da var ki, televiziya toya gəlmək üçün gedib. Bəli. Və həmin o televiziyaya toya aparıcı olaraq gəlmək üçün gedən şəxslər var, ha. Sadəcə olaraq bu gəlir televiziyada aparıcılıq edib ki, mənə görsünlər, məni toya çağırsınlar. O, həmin o yersiz müğənniləri, bozbaşları konkret olaraq cəlb eləyir efirə. Çünki onların köməyi ilə toy tutur. Onlarla olur, xanım dilində desək, cici bacı, belə başqa bir dildə da bilmirəm nə olurlar. Cicili bicili. Bir də şey var da. Elə bir, üzr istəyirəm, elə bir şey olurlar və vəssalın. Bunun müqabilində efirə həmin o bozbaşlar başlayır ağıllı başlı yol açmağa. Bu bir. İki, reyting davası, süni reyting davasında söhbət gedir. Həmin o reyting davasında hansısa bir sosial şəbəkədə bir balaca belə yedirəm o eləyən var ha. Bax, onu eləyən şəxsi, aha, sosial şəbəkədə buna baxırlar, gəl mən bunu çıxardım efirə. Bu adam sosial şəbəkədə... Onu deyəcəkdim. Onu Bütün efirə onu izləyənlər gətirib. işi gücü yoxdur. Bütün telefon əllərində avar insanlardılar, İraq yaxşılardan. Oturublar, onlar üçün məşğul. Bax, özür istəyirəm. Deməli, həmin bax dediyin o söz, onu deyəcəkdim, mən qabaqladım. Pas verdim. Yəni, sosial şəbəkədə bir dənə Şəngülün bir dənə mahnı oxuyan biləm. Şəngülün bir mahnı. Və onu efirə çağırıb, o sosial şəbəkədə ola bilər oxusun. Nə istəyir, özü bilər, öz telefonda özü bilər. Amma onu efirə gətirib, biz, siz aparıcılar, efirlər buna artıq status veririk. O olur statusdur və tamaşaçı da efirdən baxanda görür ki, əgər bunu efirə çıxarıblarsa, deməli bu əcdahadır, əladır, çox gözəldir. Hara gəldi, çıxdı, yenə televiziyaya. Amma bir şey dedim, televiziya ilə tanınmayıb, sosial şəbəkələrdə tanınan müğənnilər var axı. Var, onlar da çox. Yəni, o daha artıq. Onlar da var, yaxşıları da var. Və orada sosial şəbəkələrdə çalışan jurnalistlər və yaxud da rəhbərlər Habil var, Habil, uşaqlarla. Uşaqları oxuyur, Habilin muğam dərsidir. Yadına gəlmişdi. Öz verilişimə də onu çəkmişəm. Deməli, Habil hardan necə populyarlədir uşaqları? Sosial şəbəkə ilə.
Birbaşa efirə çıxmadı ki. Amma Tez-tez görək amma də gözəl onları bir görək, işidir tez-tez də. görək. Mən efirimə çağırmışam və efirləri də çağırırlar, Yaxşı onları bir iş. çəkirlər. Burada da olublar. Hələ bir onda Yəni, yaxşı bir iş görməklə bax, sosial eləmək olur da şəbəkə ilə, nəsə də. sosial şəbəkə ilə bax belə kimi insanlar var aralarında. O qədər istedadlı uşaqlar var ki, çıxır, çox gözəl performans da Onlar göstərir, gələndə pul oxuyur da. istəyirlər. Yaxşı yemək bişirənlər də var ha. Bir də İlqar Sən nə müəllim, yaxşı? bir maddiyyat da var ki, məsələn, çoxsu, məsələn, zəng vurur filan kəsə, zəng vurur ona, mən sənə hörmət edirəm, məni partlat sosial şəbəkədə. Ancaq mən elə sosial şəbəkələrdə var ki, baxırsan hər Terroristlərə gün zəng vurur, onun o partlat haqqında deyir. nəsə çıxır ha. Yəni lazımlı bir şey çıxmır. Nəsə də ya filan şeylədir. Askırdı. Nə bilim, hardansa çıxdı, Üç dəfə yatdı, gözdən qırpdı. durdu. Yəni baxırsan ki, bu çox mənasızdır. Hətta oxuyursan ki, cəmaət yazır ki, biz neyniyək? Bunu mənə niyə eləyir? Onu 3 dəfə götürüb qoymaq lazımdır. Yəni bu da biraz maddiyyata bağlanır ki, bilirik ki, hər kəs bilir ki, bu Ya da ödəniş puluna görə edir eləyir ki, də. bu pul qazanır, bu da Bəli. populyar olur. Biz də gərək, yəni yenə də peşəkarlarda bir kanal olaraq, aparıcılar olaraq, jurnalistlər olaraq biz özümüzdə nəsə edək. Və bir şey də var. İnsan Qoyun, var onlar ki, da demirik ki, sosialda qalsın da. kimsə tanınmasın, pul qazanmasın. Yox, əstəğfurullah. Onun yaxşı tərəfini götürək də. Mən bir dənə Bəlkə yaxşı Nazım tərəfi bəy var, oxuyarlar. onu araşdıraq, çıxardaq efirə. Bu mövzu ilə bağlı bir dənə üzr istəyirəm, sözümü kəsirəm bağlarımın toyunda. Ümumiyyətlə Sonra da bizim oxuyursun. özümüzün belə məşğul olduğumuz bəzi oxuduğumuz mahnı olsun, yazdığımız mahnı olsun, çağırdığımız qonaq olsun. Biz hamımız ideal deyilik. Bizim də nöqsanlarımız var. Bəlli. Biz onları düzəldə gəlib bir yerlərə çatırıq. Bizim deməyimiz odur ki, alma yeyirsən, yaxşısını ye. Xiyar yeyirsən, yaxşısını ye. Pendir yeyirsən, yaxşısını ye. Ərəb oxuyursan, onu da yaxşısını oxu. İran oxuyursan, yaxşısını oxu. Özbək oxuyursan, onu da yaxşısını seç oxu. Yəni, keyfiyyətə doğru qaçın. Nə oxursunuz, Allah ruzunuzu Azərbaycanı versin. yaxşı oxusun. Kim daha istəyir, tanıdırlar. Azərbaycanı bək oxuyamır, gəlib ötür Özbək. Rahat olan. Uğur bəlkə hansındasa qazana bilər. Yəni hansında uğur pul qazan, Allah onun ruzusunu verib. Bizim hamısı dostlarımızdır. Mən heç işim yox. Necə yaxşı oxusun bu. Hə? Sənəti yoxdur, bu necə yaxşı oxusun. Qurban olum. Bunun musiqi biliyi yox, duyumu yox, səsi yox. Danışıq qabiliyyəti yox, məsələ geyim burasında qabiliyyəti yox. Yox, adama deyirsən Harda ki, nə bu işlədir, mahnının hansı neçə cümləni 20 quracaq milyon bilmir. izləyicisi var. Adamın mahnısının 20 milyon izləyicisi var. Soruşuram, neçə dənə toyun var? Deyir 3 dənə. Niyə o milyonu mənə? Ayda 30 nəfər adam səni hər gün toyuna çağırsın. Məsələn, zaten dönüb dolaşıb bizim qazanc yerimiz toy deyil. Biz Bəli. konsert verib gündə pul qazanamırıq. 30-ca nəfər, elə bir 1000 nəfər mənim mahnımı bəyənsin, 1000 nəfər. 10-30 nəfər pul xərcləyən olsun. Sökdar getdi. Qalan burada qəlblərə yayılsın, Evet. mahnı sevilsin, mahnı Mənim yaşasın. qardaşım oxa bir dənə. Buyur, hə. Nəçün dalaşırsın? Hacı Nazim, buyurun. Necə birdən bunu- başladsa mahnı elə də birdən Bunu Fərid, Sonra mənə bu ərəbin bandarı deyirlər. Farslarda da var bu ritim, biraz dalaqabaqlığı var. Bunu Fərid İman özü istəyib götürüb bu formada yığıb. Mən də Amma səs həmin səsli qalıb, qoy bora. Dün onu biraz səsini qabağa versin. Özünü qabağa verir. Özünü qabağa verir. Bunu bir sənətlərdə O özünü göstərir orada. əslində bu biraz şey versiyadır da. Məsələn, radio mix kimi. Yəni maşında filan. Ümumiyyətlə dinləmək müğənninin üçün. səsi gərək qabaqda olsun, eşidilsin Mütləq. daha. Çünki mahnını mahnı eləyən müğənnidən çox şanslıdır, müğənni eləyir. İstəyir yaxşı bir mahnı musiqi olsun, bəstəkar olsun, söz olsun, nə olur olsun, aranjman deyirsən. Amma yenə də o müğənninin adı ilə bağlıdır. Yox, hər şey qədərində olub, Hə. səs aydın şəkildə, sözlər aydın şəkildə eşidilməlidir, əlbəttə ki, eşidilməlidir. eşidilməlidir. Prosta elə versiyalar var ki, o versiyalarda səs ümumi hər şeyin içində olur bəzən. Remix versiyalarında adətən Çina bunu daha yaxşı yaxşı təsdiqləyə bilər. bilər. Mən məsəl üçün Lindanın bilirsən də səhv söhbətlərə eləmirəmsə bir girir. Varona 64 nəfərlik simfonik orkestrin içində. Oyda, o necə necə səsini necə səslənir. nətər eşidilir. O da Böyük o da orkestrlər, bir İtaliya problemlərimizdən göstərir, konsertlər. Birdən-bir orada 70 dənə skripka çalır. Hamısını dənə-dənə eşidirsən. O da Orkestrdən. ayrıca bir problemimizdir. Bir gündə bizi elə verilişə çağırarsa Allah qoysa gələr. Səslə bağlı. Bəli. Vay vay vay. Başqa bir dərdi yox idi, bir səs səydi idi. Hamısını dərdi. eşidirsən. Əslində Heç biri nəticə etibarilə ən son çıxacaq nöqtə, materialın ən son çıxacaq nöqtəsi səs rejissorudur. Məsələ burasındadır. Bəli, bəli. Yəni postda ən axırıncı postda o dayanır. bəli, Ən bəli. vacibi Tamamilə. postda o dayanır. Ən vacibi postda. Svijeniya səs rejissoru. Yəni mixing doğru deyilsə və məsəl üçün ansambllə gəlsən efirə, tutan deyir ansambllə gəl.
Canlı oxu. Deyir, amma ona şəraiti yoxdur. Çağırıb, qoyub bir dənə dinakord pultu deyir ki, deyirəm 2 dənə mənə kabel ver, çünki mən stereo olacaq da. Deyir ki, onun nə dəxli var, birini taxanda ikisi işləyir də onu. Başa düşmür ki, o mütəxəssis. O monodur, hamısı çıxır da. Yəni, çox acınacaqlı bir durumdur. Ona görə də postda səs rejissoru ən son nöqtədə İzzət çox doğru vurğuladı. Əgər o sənin səsini yaxşı çıxartmırsa, əgər sən bura bahalı kolonka qoymamısansa, çalıb çalsın, biz kim heç oxuyub birimiz o oxusun, mahnıdan ləzzət ala bilməyəcəyik. Mümkün deyil. Şükürlər olsun ki, Bu indi burada əslində bir kolonka ayrı var. mövzudur. Yaxşı Toyların Çox elə ayrı şəkar özündə tərəfi də ayrı və hər vacibdir. şeyin ən Onda da gözəlini təhsil eləyirlər, lazımdır. hər şey. Bahalı aparaturalar var, alıb qoyublar, işlədə bilmirlər. Azərbaycanda bizim səs rejissorları iki mən qarışıq, hamımız özümüz öyrənmişik, əksəriyyəti %90-ı özümüz öyrənmişik. Biz bağbanıq. 3 dəfə gülü xarab edirik, 4 dəfə bilirik ki, bu belə əmək olmaz. Biz agronom istəyirik. Agronom olmalı, oxusun ki, bu 20 dərəcə günəşdə tutalım ki, bu gülü əksönsə olacaq. Əvvəldən bilir, eləmir. Bax, İlqar müəllim, deməli bir vaxtlar, bir 20 il bundan qabaq çox gözəl şaldıq saraylarımız vardı. Az idi, amma sayı da balaca idi. 200 nəfərdən artıq şaldıq sarayı yox idi da. Yəni maksimum insanlar toya gəlirdi, elə gəlir. 150-200 nəfər toyda adam olurdu. 300 olanda dedilər filan kəsin toyunda 300 adam var idi, tökülmüşdü millət ora. Şaldıq sarayları alçaq olurdu, yerdə kavralit olurdu. Xalça olurdu, kavralit olurdu ya da parket olurdu, taxta. Və şaldıq sarayı aşağı olurdu. 2 dənə kolonka ilə bütün toyu idarə edirdim. İndi bugün toya 16 kolonka gəlir. Şaldıq sarayı yer mərmər, mitlaq, hündürlüyü də ki, axşama qədər çıxsan çatmazsa. Və sonra da toy sahibi də, gözəllik əla, super, gözəllik əladır. Amma səslənmə bərbad vəziyyətdədir. Çünki düzgün tikilmir. Hər işin peşəkarı. Çünki həmin o milyonlarla pulu qoyub həmin o şaldıq milyonlarla pul qoyub şaldıq sarayı tikirlər. Amma baxıb sahib giri görsən, həmin hamamdasan. Restoran tikirlər, 10 milyon pul buraxırlar, super, hər şey əla. Səhnəni də düz qapının ağzında Amma mən qoyurlar. sənə bir dənə söz deyim. Səhnə də bu boyda. Hə, bu boyda sənə qapının Olacaq ağzında. qapının ağzında. Mənim şəxsən də İzzət bilir də reklam olsun deyə demirəm, adını çəkməyəcəm. Biz çalışdığım bir uzun illər restoran var da məsələn, orada bir neçə zal var. Məhz onun üçün bir dəfə toplanıb biz mütəxəssislərlə tutalım. Aydınlaşdırmışıq ki, burada bu səsin qabağını necə almaq olar, hansı avadanlıqlar alınmalıdır. Mütəxəssislər gəlib hesablayıblar, mikrofon qoyublar ortaya, ultra səs buraxıblar və s. və axır. Mümkün qədər nə bacarmışıq eləmişik, amma Türkiyə mütəxəssislərdir ki, binanın hündürlüyü 8 metr keçdisə, sən orada akustikadan ümumiyyətlə danışa mümkün deyil. Yəni Amma indi şaldıq salan hündürlüyü ona boyda. gərək onda bunun bütün dörd bir yanın panel yığasan, dörd bir yanı qalın panellər, bəs oturub studiyada yeyib içəsən. O da ki, O da mümkünsüz bir Çünki şeydir. axırda, səs axırda yada Əlixan, gəlir. fikir versən, bizim Fikirləriniz- mətbəximiz başqa mətbəxdir deyənə, bizim toylarla, Yox, niyə mənim mətbəximdə var toy. Hə, siz də Lara var. toylara mən gedir də, toylar aparıcı artıq kimi gedir. 15-20 ildir idarə edirəm. Toysuz mətbəx. Məsələn, onu bayaq deyirəm ki, məsələn, o boyda ev yiyəsi gəlir, pul tökür. Menyunu ən bahalı götürür. Musiqiçilər yığır. Amma səs ən sonda heç anlamır ki, burada səs birinci önəmdir ki. Şaldıq saray müdirinə Bəli. deyəndə Və o da atır musiqisinin aparatının boynuna. O da qonaqları da 10 dəqiqə, 15 dəqiqə oturur toyda. Sonra toyda heç kəsi tapmırsan. Baxırsan ki, hamı Foyedədir. foyedədir. Səsə Niyə? görə. Başım getdi. Gəlir ev yiyəsi müğənninin üstünə. Səsini al, Bu nədir? Səsvi al. Mənim qonaqlarım alınır və ya akustika narazıdır. yoxdur. Müğənni neynəsin? Ən sonda oturanda səsi veşilir. Bəli, səs Oynaya rejissorunu bilmir. və səsi düzgün seçməlidir. Ola bilər, o boyda sarayımız var bizim. Saraylarımız var bizim. Necə orada gözəl səs konsert verəndə. Tək Allah. Artıq onu tənzimləyiblər, toy- artıq onun üzərində işləyiblər. Məclisindən Konsert getmir. sarayında. Saraylarda, Konsert bəli, sarayları. yəni saray da hündürdür də, Konsert onu sarayı. necə eləyiblər? Deməli, Akustika- istəsən bunu eləyərsən, sadəcə olaraq çox Görmüsən, acınacaqlıdır. hər yer bağlıdır, hər yer bəli. xalçadır. Səs mümkün deyil. İnşaatçı ilə akustik arasında Maraqlı fərq deyil axı çoxdur. bir halda ki, sənətçinin, sənin toyuvu idarə eləyənin, musiqiçi, sənətçi bilirsiniz kimdir, necə əl üstü tutulur başqa ölkələrdə. Sən onun yerini qapının ağzından qoyursansa, yəni orada Bu gəlin gözləmək etiraf ki, elələri var ki, o qapının düşkən ağzında düşünür qalmalı. ki, Eləsi var ki, qapının ağzında qalmalı. Eləsi var. Adam var ki, O böyrəyə işte. zadı problemdir də, soğuk çəkir onlar. Soyuq çəkər hə orada. Qapıdan orada. soğuk çəkir. Yəni məhz onların da qapı şal bağlasın. Belinə şal bağlasın gəlsin. Məhz elələrimiz 6 saat Onu oxuya dedilər, bilmir. meyxanada var, Təkrar belə. 6 dəqiqənin gücünə də oxuyurlar. 6 saat necə oxusun bu yetim balası? Yox, onlar onun üçün nəzərdə tutulmur baxır.
onların işi gücü Bir şey yazından pişər gəlib bildin, toyunu alındı. tutum, Hazır. amma alım, aradan Acın- çıxam. acından Və öyle. salam. Hansısa Biz bir eləyirlər, yaxşı eləyirlər, əcəb eləyirlər. Ağızlarına gələni onlar haqqında yazan da bu cəmaatdır, İraq Toya yaxşılardan. gətirən də onlardır. Toya çəkdirən gətirib, də onlardır. Nigar, toya sən gətirib yazma- ailəsinin içinə salan da onlardı. Sonra da çıxıb deyirlər ki, bizim evladlarımız sizdən nə bəhrələnsinlər, nə götürsünlər. Sən evladıva gətirirsən, toyun içində göstərirsən ki, ay qızım, böyüyəndə bu ola bilərsən. Gəl sən də bunu oxşa. Qız da görür onu, görür necə sərbəstdir, necə açıq-saçıq geyinib və özünü apara bilmir. Səhnə bilirsiniz, dünya ulduzlarında da var açıq geyimlər. Daşıya bilən biri var, onu daşıya bilirsən. Bir də təzə söz Ulduz çıxıb, bir də kimi ailə geyinirsən. oxuyanı. Biri də var. Ailə oxuyan. Tərbiyəyə uyğun olmayan şəkildə geyinirsən. Oxuyan, Və oxuyan da. sən onu pisləyirsən ki, televiziyanı aça bilmirik. Uşaqlarımız sizdən nə öyrənsin, nə örnək götürsün, sən onu gətirirsən toyuva, qızıva da deyirsən ki, mənim də qızım gələcəkdə bu olsun. Bax, qız da baxır ona xoşuna gəlir axı. hələ bir Bir gətirib 10 bunu ildən şəkillə sonra qız da başlayır o çəkdirirsən. olmağa. Sonra o da çıxıb efirdə deyir ki, məni cəmaət özü ailəsinə çağırır. Mən sizə ailə bir oxuyamam. söz deyim. Sadəcə olaraq biz o qədər riskli bir yerdə oturmuşuq ki, indidən getmir söhbət. Görsənən tərəf nümunə olaraq ancaq kimi hamı fikirləşir ki, dişi şou biznesə batır, qara yaxma şou biznesə olar, qızlar belədir, oğlanlar belədir. Amma Allaha and olsun, ümumiyyətlə mən həyatlar tanıyıram ki, yəni biz onu istəsə eləyəm, şeydə deyir, bir dəfə şeytan baxır birinə görür ki, nəsə bir əməl eləyir, şeytan deyir, Allah şeytanı lənət eləsin, deyir, mən Quran haqqı indi səndən öyrəndim. İndi bizim onlardan Nümunə öyrənə sosial biləcəyimiz şeylər verilişlər. çoxdur. Şeytan Amma- dedi, gəldim üzümdə qaldı. Amma bu günləri o adamlar haqqında yazmağa nə jurnalistlərin cürəti çatır, gücü çatır, nə də heç mümkün deyil də o haqda bir şey eşidəsən. Ən rahat bu sahədir. Ən rahat bizim sahədir. Bu qız belə, bu oğlan belə. Bu normal bir belə şey götürədə tabii. İlqar müəllim. Məsələn, bir müğənninin bir dənə evi, eşiyi, yaxşı villası varsa, bir maşını varsa, onu tez yazırlar. Hə, filan köz, filan maşın. 40 dənə evi olanlardan yaza bilməzsən. Cürətin çatmaz yazasan. Mümkündür. 50 dənə maşın parkovkadan maşın, yəni maşının ən ucuz bağışlayayım, qiyməti mən 150 mindir. Elə nömrəsinin qiyməti 50 mindir, onu yaza bilməzsən. Çünki o üzdə deyil. Hə. O elə rahat öz işini. Amma müğənnidən rahat da yazmaq. Yox, bilirsən, yəni müğənni özü belə elə, məndə var. O da var, Müğənninin həyatı göz qabağındadır, müğənni də olmaz. O qədər olub ki, olmayan şeyə yeyib ondan bundan gətirib videosunu çəkdirib, fotosunu Ümumiyyətlə çəkdirib bizim- saytlara saldı. Az idilər. bizim- Müğənni kimisə çörək kəsib yemir Mən axı. bir neçə müğənni çəkmişəm ki, adlarını deməyəcəm. İçində rəhmətliklər də var. O dedi siz Yenə getdi sözünüzə rəhmət. Allah rəhmət eləsin. İnanın ki, demişəm gəlirəm falan çəkirəm. Gedib ən imkanlı rəfiqəsinin evini danışıb. Efirdə Niyə deyib axı? ki, Bu mən evi də göstər. bilməmişəm. Hə, hə, Bu hə, mənim evimdir. Hansı ki, o evin içində masa və əyləşən stullar belə mərmərdən olub. İndi gəl tamaşaçı neynəsin? Öz stoluna tək çəkib oturdunuz. Çəkə bilmirdik. Köməkçisi var idi. Ağırlıqdan Nigar xanım, təsəvvür siz edin. ifa eləyin, biz o vaxta kimi fikirləşə gərək o stulların üçün çəkmək olar. Başqa variantımız yoxdur. Ay. Bu dalıdır. Yox, burdan. Ola bilər. Nəsə belə yenilik ətri. Bu mahnını qoy deyim, bu mahnı Əli Əliyev, Şeron qrupu, Rüstəmlə çalışan Əli bizim dostumuz. Onun da sözləri də, musiqisi də, aranjmanı da ona aiddir. Kənan ud çalan Kənana təşəkkürümü bildirirəm orada. Salamlayırıq. Sağ olsun, var olsunlar və bir şey deyim, bu mahnıda bir nəfərə də çox təşəkkürümü bildirirəm. Bizim ikimizin də dostu Mehin Ümmətova. Ora bəklərə. Bəklərinə Vokalları Mehin eşitdim. oxuyub. Hoqqa verib maşallah. orada. Sağ olsun. Demə zəng vurdum ki, Mehin, orada belə bir vokalist qız lazımdır mənə. Belə hara gəlib? Sağ olsun. Yaxşı qızdır. Çox gözəl müğənnidir. Mehin maşallah. Həm Gəldi, xasiyyəti, 7 həm dəqiqə sənəti. çəkdi səs yazma studiyasında. 7 dəqiqə o qız. Maşallah. Girdi 7 dəqiqə bəkləri oxudu, getdi. Mehinin çox gözəl istedadı var. Çox gözəl istedadı. Həm Çox yaxşı gözəl. dostu, həm də ki, vokal dersən vokal Adama oxuyur, gecə muğam 12-yə dersən qalmış, muğam sən oxuyur. gələmişəm İlqar, 12-yə qalmış. Deyirəm ki, Mehin, mahnını oxuyuram, amma orada çatışmayan bir şey var. Belə hara gəlib? Gecə 12-yə qalıb. Gəldi, oxudu, getdi, sağ olsun. olsun. Təşəkkürümü bildirirəm ona da. Mehini salamlayırıq Əliyə də buradan. var olsunlar. Yeni ilk dəfədir bugün oxuyuram bu mahnını. Hələ ona görə də bir yenilik ətri də gəldi, ona yenilik görə ətri, mənə çox xeyirli maraqlı. olsun. Amma nə qədər mahnı oxuyursan oxuy.
Dərhal güldüyə bildi. Sən bilirsən, sən iki yaraman yardır. Yaraman Sən iki yaraman yardır. Nə olur olsun. Hər insanın öz qanuna uyğundur. Sənin də janrın Amma odur. yaraman Gövhər yar xanım idi, Gövhər. tərzini dəyişdi də o illərdə. Ya onun janrı odur da. Onun janrı. Mən roka qulaq Ha, asıram. rock. Onun janrı odur. Zaten mən İlqanın sevdiyi janrı odur. üzr istəyirəm, ümumiyyətlə bir şey var burada bu peşədə, bütün peşələrdə var. Bəyənən və bəyənməyənlər həmişə olacaq. Zövqlər müxtəlifdir. Sən yetər ki, yaxşı iş gör. Ha. Yəni onu yaxşı bil, inan və oxu. Məsələn, bəzən mənə yanıma Birinə gəldilər ki, Səbirlə, tutan mahnı deyirəm, qurban olum, mən neyim, resept yoxdur. Bu deyirəm, tutan mahnı məsələsi yoxdur. Sən özün bu mahnını oxu, inan ki, yaxşı olacaq və bil ki, ən azı 10 nəfər tapılacaq ki, onu sevsin. Bayında bir məqam var. Dünən mən paralel aparacağım nədən? Deməli, Səhiyyə Nazirliyinin siyasi çıxdı və plastik cərrahlarla bağlı bir də çox ciddi problemlər var. Mən də oxudum onu, bəli. 42 nəfərin adı var. Yəni 42 nəfər adam plastik cərrahiyyə ilə məşğul ola bilər. Amma 42 nəfər deyil axı. Hardasa bir 200-300 nəfər də plastik cərrahımız var idi. Onlardan 42-sinə Üz kosmetoloqla İcazə- məşğul olan adam da biri görsən keçib başlayıb Mən plastik əməliyyat paralel aparmaq. 42 nəfərə icazə verildi. Bəli, o siyahı yavaş-yavaş artacaq. Bəlkə də 55-ə, 60-a qədər ola bilsin qaldırsınlar. Amma yenə də çoxdur. Yenə də çoxdur. Ancaq istəyir də indi hamı istəyir də nəsə düzəlsin. Sadəcə nazım düzdə çatdıra bilmirlər, çatdıra bilmirlər. Olsun. Mən nəyə Növbə demək deyil. istəyirəm? Səhiyyə Nazirliyi, təbib belə bir sərt işin altına girir və əslində qalsa plastik cərrahlar bilirik də bu dəqiqə belə cərrahlardandırlar və onlara qarşı konkret sərt addımlar atıla bilirsə. Niyə görə televiziyanın düzdür nazirliyi yoxdur, amma mədəniyyət sizin nazirliyiniz ki var. Niyə görə Mədəniyyət Nazirliyi konkret olaraq siyahı çıxardıb ortalığa qoymuş? Bilirsiniz nə var? Bu qədər adam oxuya bilər, bu qədər adam oxuya bilər. Bəli. Bəli. Mənə gəlir ki, böyle bədii şura bir növ bədii şura sayılır da. İşin effektini mən görmürəm axı. Bədii şura var ümumiyyətlə bilmirəm. Mən bilmirəm. Varlığına Televiziyalar yoxluğuna Mədəniyyət Nazirliyinə bağlıdır ki, bəyəm. Yox. Yox. Şuraya bağlı. Birinci təmizləmə televiziyalardan başlamalıdır. Bədii şuraya bağlıdır. O da Elə verilişlər var ki, küç verilişdir. Yəni bunu hər kəs bilir ki, mən o verilişlərə çıxmıram. Həqiqətən də çıxmıram. Çünki o qonaqlardan sonra gedib o verilişdə oturmaq rüsvayçılıqdır. qonaqlar Ona tək görə də deyil. sənin yerini başqası tutur. Tak, ora Yox, onu çağırmamalıdır. Yerin başqası O tutur. onu ora orasındadır ki, həmin o çağırmamalıdır. şəxslə, Nigar Şabanovana həmin o şəxslə, şəxsiyyə ilə, qadın da tutalım. Necə bir yerdə görürsən ümumiyyətlə? Təsəvvürə gətir, getmişəm hansısa Görmürəm. verilişdə. Gəl bir yerdə oturmuşam necə onunla bir otursun? yerdə. Görmürəm. Təbii, yox. Dünya O görüşü mənada- fərqlidir. Danışığım bilmir. Ha. Biri nə bilim yıxılır, biri durur, biri Hərdən iman bir elə eləyir, söz biri deyir, bəlkə adam artistlik fikirləşir eləyir, ki, biri mən bunu niyə bilmən eşitdim? Deyab belə baxaram mən ki, ay Həm də siz gələn otursun. qonaqlar, məsəl üçün biz bir Zülfiyə xanımla barədə söhbət edirdik. Mən gəldim, tutalım verilişə qonaq. Bu gün ən aşağısı 20 il tanıdığım adamlarla bir yerdə oturmuşam, ən aşağısı. Ona görə Bunlarla də danışacaq bir alınır. tarixçəmiz Bəli, var. əhsən. Bir səhnə bölüşmüşük. Mən həmişə verilişə adam çağıranda bəli. deyirəm, bir-birlərinə uyğun olsun. İzzətin Danışaq, verilişinə söhbət biz eləsinlər. getdik, Abbas mənim Mehin. Allah hamd olsun, elə bilirəm ki, mən öz çıxdığım verilişlərə baxan adam deyiləm. Şimdi o mənim çox maraqlı gəldi. Nə Çünki qədər- orada nə qədər anımda o xatirələr qədər vardı gözəl orada. xatirələr bölüşdük, keçmişə qayıtdıq, yaradıcılıqdan danışdıq. Yəni musiqidən də danışıb, yaxşı bir mövzu olaraq bu gün gündəmi müzakirə edib, yaxşı veriliş eləmək olar da. Yəni biz yenə burada dalaşaq. Nazim, sözünə qüvvət, indiki müğənnilərin tarixçəsi də yoxdur. Düzdür, vallahi. Yox, yəni nə məndə, yəni biz görürsüz yol yoldaşı olublar, bilirəm necə yol rayonlara getmişik, bizim nəsə göydən bölbə. para- Mən bir dənə şey deyim, Amma bunlar İlqar. ta- Bu layihə, bax bizim bu layihəmiz, biz Azad Azərbaycan televiziyasında Gözəl layihə. 25 il bundan qabaq mən orada İzzət şou verilişini aparanda Bəli, neçə il. layihə təzə gəlmişdi televiziyaya. Yəni söhbət bu gün o qədər televiziyaya təzə gələn adamlar var 2003-cü ki, amma ildə. gözəl xəbəri yoxdur. Layihə təzə gəlmişdi televiziyaya. Birbaşa onu verdilər mənim verilişimə. Hələ aparıcılıq eləmədi. Səhnə arxası Layihə mənim verilişimə hər verilişi 100 adam gətirirdi tamaşaçı, Layihə. Hə. Orada 23 yaşından yuxarı adam olmurdu. Bir də sual verin, necə gətirirdin? Qollar, hamısı qollar. Yox, Yox, hamısı cavan, yox. 100 adam gətirir hər verilişə. Mən Layihə gedirdim bunlara da tapsa bir-birindən universitetlərin gözəl uşaqlar. həmkarlarına. Hə. Gənc Mən qızlar, həmkarlarla oğlanlar. danışırdım. Mən tələbələr gətirirdim.
mən səliqəli insanlar gətirdim. Mən bunu oturub düşünürdüm hələ 2003-cü ildə. Mən yoldan kimsə keçdi, ora girə bilməzdim. 3 il mənimlə çalışdı, 3 il orada İndi Lalə. yoldan kimsə keçdi, bura çıxır. Nəinki orada oturur. Tamaşaçı belə, tamaşaçılar da belə Lalə 100 adam gətirirdi. Hər mənim 100 stolum vardı, əyləşirdilər orada. Onları gətir dedim Lalə, sən bunlara hardan, bu uşaqları hardan gətirmisən? 18, 19, 20, 22, 23 bu yaşlarda hamısı da orada bir hayır ajataj yaradırdılar. Sevgi, İndi verilişə gəlirsən, qonağa baxırsan, adam küsür özündən oxumaq istəmir. Bilirsən, danışanda hər halda hər istiqamətdən baxırıq. Tamaşaçı, Lalə. Qalxdı ya. Deyəcədim Lalə. Yəni bax deməyim nədir İlqar əzizim? Yəni deməyim odur ki, bax yaxşı da versin. Yəni deməyim odur ki, bax illər, bax Bu da illər. sosial şəbəkə. İllərlə, bax illərdir dostluq münasibətimiz var. Yəni ən azından bax bu gün ortam elə bir gözəl ortamdır ki, biri-birindən xəbəriniz var, danışmaq da rahatdır. İlk oynaq muğam xanəndəlikdən sonra, yəni muğamdan sonra ilk həm toylara, həm efirlərə, həm bir pozitivlik qatılan bir musiqi mahnım mənim Hacı Nazimdən olur. Gedər mahnısı, gözlərinə baxar gedər, buz təkərir, axar gedər. O mahnı, mən heç o mahnıların aranjmanından belə bir anlayışım yoxdur. Mənim gördüyüm tar, kaman, əlində də oturdun, dəsgah oxudun. İlk mahnım Hacı Nazimdən olur. Norveçdə neçə gün qaldıq? 8 gün Norveç, İsveçdə biz konsertdə olduq. Tar kamançı getmişdi, özü də musiqiçi də qoymayıblar getmək ki, mənə də göndəriblər ki, bu muğam oxuyacaq, sən də mahnıları oxuyacaqsan, tar kamançı ilə, yəni professionallıqdan söhbət gedir. Norveçə cavab Tar kamançı ilə, bir də nağara. Tar kamançı nağara, Nigarla biz 8 gün konsertdə Norveç, İsveç, ancaq Azərbaycan xalq musiqi ədəbiyyatında da mahnı qalmayıb, hamısını oxumuşuq. Millət konsertlərdə, yəni bunları yaşayan adamlar ki, yəni bir-birini tanıyırıq, bir-birinə əminə. Bunlar var deyə, ona görə bugün o gələnlər var, gəlib səninlə oturanda bir dənə gic-gici bir şeydən danışanda deyirsən ki, bu nə danışır axı, bu nə danışır, bu nədən danışır, bu nə söhbət edir, ağzının danışığında bir söz yox, danışacaq var Lalədir deyə, danışacaq bir şey yox. Sənət yox, ixtisas yox. O efirdə deyiləsin, o efirə lazımdır. Bir diplom adını çəkəndə də o dəqiqə başlayırlar ki, mənim İbrahim Tatlıses mənim diplom olmamışdı. Ay, piri çox da İbrahim Tatlıses. İbrahim Tatlısesin istedadı var. İbrahim Tatlıses ona qalanda sən doğulmusan. İbrahim Tatlıses özü diplom verdi evdə. Ay kişi, sən doğulmusan, doğum evində İbrahim doğulub mağarada. İbrahim tamam fərqli bir adam deyə. Dünyaya fərqli gəlib o adam. Onu müqayisə eləmək ümumiyyətlə düzgündür kimlənsə. Götürüb İbrahimi, gətirib müqayisə edirlər. Özdə İbrahimin diplomu ilə müqayisə edirlər, oxumağı ilə müqayisə edirlər. Amma İbrahimin özünün doğuşu belə müqayisə deyə, o fərqlidir. Ay Nazim, sənin. Düzdür də. Demir ki, mən İbrahim kimi oxuyacam, deyir İbrahimin diplomu yoxdur. İnsanların müqayisə şeyi var da, həmişə biz keçirdik, bizə fəlsəfədə də keçirdilər ki, insan özünü yüksəltmək üçün mütləq kimi salçatmalı. Deyir, ana görmüsən falan kəsin uşağı gec saat 12-də gəlib. Demir, falan kəsin uşağı gec saat 12-ə kimi dərs olur. Onu göstərmir, başqasını göstərir. O bir təsəllidir özü. O təsəlli, o şərti anlayışdır, ya əslində qalsa. Mən bir şey deyim ki, bax bu şikayətlər, əvvəllər məsələn, bu bir 2-3 il bundan qabağa qədər efirləri gedirdim də, hamısında gedirdim. İndi şükür Allaha ki, hamısına getmirəm. Məsələn, gedib otursan, oxumaq lazımsa gedim oxuyum da, qurbanım, mən niyə danışdırsınız? Mən subyektiv fikrimi deyirəm, düşürəm onun bəlasını, onsuz heç nə dəyişmir. Mövlana demişkən, deyir, hərdən deyirəm, söylə getsin, sonra nə dəyişəcək, sus bitsin. O dəyişmir. 3 ildir biz çıxırıq, şikayət edirik, məsələn, danışırıq durumu, anlatırıq və s. Bu günlərdə həmçinin mən baxıram ki, tək mən deyiləm də, bugün İzzət də o fikirdədir, bugün Nigar da o fikirdədir, bugün Lalə də, hamı, siz də, hamı o fikirdədir. Biz bir nəticəyə nə vaxtsa gələcək, yoxsa ancaq boş-boş danışacaq. Əvvəl-axır gəlib çıxmaq lazımdır. Nəsə eləmək lazımdır. Nəsə gəlib. Demək lazım. Amma ki, biz onlarla barışmalıyıq. Yox. Bir dəfə, deyəndə yaxşı olur. Allah rəhmət eləsin. Vallahi mən heç kimlə barışan deyirəm. Allah rəhmət eləsin, Qədir Rüstəmov küsüb gələcək. Eşidirsən, bu rəhmətliklərdən danışdı Lalə, yadıma düşdü. Allah rəhmət eləsin, Qədir Rüstəmov, bizim gözəl sənətkarımız. Mən ona gəlib deyiblər ki, balıq tutmuş, o da başı qarşı olub. Deyib ki, ay Qədir müəllim, Almaniya toy var, neçəyə gedərsən deyib, biz onlarla nə vaxt barışmışıq?
Mən də onlarla Biz barışıram. almanlarla barışmalıyıq. Yox, mənim almanlarımla mən qətiyyən barışan deyirəm. Söhbət Mən də müəyyən inşallah aparaçılardan Yox, gedir. barışım. Mənim Amma müəyyənlərlə demək işim yoxdur. lazımdır. Hamı gəlir özünü ağılla amma aparır, bir də heç danışmır. Nigar, bir dənə də məqam var ki, Allaha and olsun, mən məqam düşən kimi, çünki onlardan elələri var ki, xüsusiyyət, xasiyyət etibarı ilə baxıram ki, insanlıq, gözəl insanlıqdır, tərbiyəsi var, yanaşması düzdür və s. Məqam düşən kimi sağlam çənəmin altına bir saat danışıram ki, bəlkə Dəyişər. doğrudan da, Dəyişilər, çünki bəli. dəyişmə ehtimalı var, orada düzələ bilər. Çünki bu adam geyinir. Baxıram ki, deyirəm, belə niyə geyinmirsən? Nə qəşək geyinmirsən? O qəşək də mahnı oxu da, qurban olum. Qəşək aranjirovka elə, qəşək ətir vurursan, niyə yaxşı söz tapırsan? Yəni sən zövq eyni nöqtədən idarə olunur. Hər kəs Qəşəng danışsa, danışırsınız, niyə qəşəng dəyişiklik gef eləmirsiniz? olacaq. Babu Son dəqiqə. günlər Mənə mən deyirsən. deyim ki, Yox, Nigar. olacaq, deyirəm. vallahi Son inanın günlər ki, bax, İlqar, əzizim. İnanın ki, olacaq. Yəni hər Əslində kəs bax, desə elə olacaq. siz də, biz də hamı. Bax, son günlər bir 10 gündə artıq efirlərdə mən maşallah afirlərə hansı kanalı açansı verilişə baxıram, görəm bu mövzuda söhbətlər gedir. Hə, Asif Üstünə Kərimova düşmək kimi lazımdır. qəşəng sözlər deyir. Vurmaq lazımdır. Mən Bax, bir dediyim il, bu olmalıdır. mənim bir il adım Mütləq. pis çıxdı ki, zəhər danışır. Gəlib burada yalandan hamı səliqə ilə Sənin oturur. qanun Göy adı deyil, səliqədirlər. Səliqəlidirlər, amma səliqədən reklam arasında heç özünə qaydanda səliqədən bu insanın heç xəbəri yoxdur. Amma otururlar belənçini, heç kim heç nə danışmır ki, güya kiminsə xətrinə dəyir, xətrinə dəymir. Başqa şeylər də ona lazımdır, ona görə deyə bilmir ki, ay qız, bunu düz oxumursan. Demir Mən ki, dedim ay pis oldum, qız, amma sənin nə sevinirəm. bədəndir, kəsilmiş qısa Mən yaxşı ki, tellərin. onda dedim, əv yoxdur, qoy mən pis oldum. Olma Bu pis. günləri, Qoy o mən pis olum, alma tərəfləri ki, dərəm. dedim ki, ya, biabırçılıqdır sizin ifalarınız. Düzdür, hər şey oxumaq lazım. Biz də oxuyuruq, toya görə, pulumuza görə oxuyuruq. Amma bir 10 mahnıdan, 20 mahnıdan bir, bu özbəyi, farsı oğurlayıb oxuyursan, oğurlayıb oxuyursan. Heç olmasa bir 20 mahnıdan bir də... Məncə sən şirin danışdan düzələcək. Şirin 20 danışmaq lazım. mahnıdan bir heç olmasa Azərbaycan musiqisinə xidmət elə. Və bu günləri görürəm ki, mən o danışdığım adamlar çox sevinirəm. Bir dənə söz var ya, düşüb ağızlarına. Həqiqətən Oxudum da xaldanik boş qaldı. Yox, Soyuducu boş heç həqiqətən Azərbaycan dəxili var. musiqisinə artıq müraciət eləyiblər və mən ona baxıram, sevinirəm. Əv yox, mən pis oldum zatı. Onlar bu günlər mən deyənə gəldilər ki, hərdən Xaladan Azərbaycan indi baxır, musiqisi İcazə lazım. verirsiniz Hacı Nazim. Çox böyük olub da xaldanik. Hacı Nazim Çox böyük olub. Azərbaycan mahnısı. Baş üstə. Buyurun. Amma süni zəka bu dəqiqə dövrümüzdə ən vacib olan məqamlardan biridir və hətta bunun artıq akademiyası da yaradılır və s. Amma mən özüm də girmişəm o işin içindəyəm, bütün gün oyunla məşğulam. Mənə elə gəlir ki, duyğu etibarilə insan duyğusu, ürək yoxdur hələ, ya da hamısı major yazır, necə belə bir dirək. Amma görülən yaxşı işləri də var. Sadəcə sən yetərlidir ki, sən promptları doğru verəsən. Götürüb istədiyini eləmək olar. Eləmək olar. Amma ideya olaraq ala bilərsən, ideya, Ay, sağ ol, köməkli ideya eləmək. olaraq. Amma məsələn, adam mahnısını gözəl bir adam yazıb məsələn. İki dənə gözəl adam yazıb. Biri Sevinç Çılğındır, sözlərini yazıbdı. Mənim dəyərli dostum, buradan salamlayıram. Çox istedadlı xanım. Sevinç qırğındır da, çılğındır. Sən də oxu. Və eyni zamanda musiqisini də mənim dostum Elçin Cəfərov Bu yazıbdı. versiyalar da oxumaram. Bu mahnıya çəkilən klipi Abbas çəkibdi. Nə bilim, Eşqin aranjman eləyib. Ondan sonra Ramin Vəlibəyev mixing eləyib. Yəni, çox istedadlı adamlarla iş görmüşük və onlar nə deyiblərsə mən ona qulaq asmışam. Çünki bu işdə güzgü çox önəmlidir. Bəzən mikrofon pultun arxasında oturan adam düşünürlər ki, o lazım deyil. Elə biz özümüz oxuyuruq da, elə şey yoxdur. Mənim özüm belə yalvarıram ki, orada kimsə otursun, hər hansı nöqsanları, vurğu problemlərini, nəfəs problemlərini və yaxud bəlkə bir ideyası var. Çünki güzgü bu işdə çox önəmlidir. İnsan özünü görə bilsəydi, ona güzgü lazım olmazdı. Mənim öz sözümdür, şəxsi sözümdür. Mənim bir sosial problemim də var, ona da baş vurmalıyıq. Söhbət yadınızdadsa əgər Akstafa rayonunda o kənddə balaca bir qızın söhbət Fidan Məmmədovadan gedir. Bir problemi ilə bağlı bir məsələ var idi ki, ona toxunmaq istəyirəm. Və balaca bir uşaq müraciət eləmişdi bizə, məktub yazmış, demişdi, həm sosial vəziyyət yaxşı deyil, həm də iddia eləyirdi ki, məktəbdə müəllimi onlardan pul yığır. Həmişə o, hələ də eşitdiyimiz həmin o məsələdir. Gəl vəcə belə eləyək, həmin o süjetə baxırıq və ondan sonra bununla bağlı həmin o Akstafa rayonunda biz hansı məsələlərə, hansı tərəflərə gedib çıxa bilmişik, bax, onlar barəsində danışa bilərik. Buyurun.
Akstafa rayonu Qaçaq Kərəm kəndindəyik. Bir məktubun izi ilə bura gəldik. Bizə 5-ci sinif şagirdi Məmmədov Fidan məktub ünvanladı. Mən Məmmədova Fidan Ayaz qızı, Akstafa rayonu sakiniyəm. Mənim yaşadığım ev budur. Baxın, mən nə şəraitdə yaşayıram. Mən evdə üşüyürəm, dərslərimi yaxşı hazırlaya bilmirəm. Sosial yardım ala bilmirik. Məktəb forması oradan. İndi də göyəzənədir, imtahanadır. Pul yığırlar 8 manatdan. İmkanım yoxdur, pul 8 manatı verə bilmirəm. Müəllim deyir, əgər 8 manatı verməsən, məktəbə qoymayacaq, 5-ci sinifdə oxumayacaqsan. Sizdən xahiş edirəm, bu evə baxın. Son ümidim sizsiniz. Həyat yoldaşınızdan ayrıldınız. Ayrılmışıq mən, Bəli. ayrılmışam. Neçə Bəli. ildir? Körpə vaxtında mən ondan ayrıldım, aliment istədim. O da indi davamız gedir həm alimentdən, aliment hələm verilmir. Konsaveti də gəldi, baxdı, heç nə eləmədim. O məktəbi paltarı bizə bir forma verdilər, bir yufka verdilər, bir də kofta verdilər. Vəssalam. Fidan qeyd eləmişdi bizə müraciətdə ki, məktəbdə pərdə, sinif üçün pərdəni O indi almaq. gəldi, mənə dedi ki, pərdə. Mən də dedim, mənim imkanım yoxdur. Bu indi təzəli. istərilib. Bir də dedi papkaya 10 manat lazımdır. Pərdə 5 manat mı 10 manat yığırlar, bilmirəm də onu. Testi dedi, əgər testi almasan de sinifdə qalacaqsan. Fidan gəlib mənə belə deyir. Mən dedim, niyə ki sinifdə qalmasın? Yoxdur, imkanım yoxdur, ala bilmirəm. Fidan Məmmədovanın təhsil aldığı Qaçaq Kərəm 3 saylı tam orta məktəbinə gəldik və Şəfəq xanımla və məktəbin direktoru Mübariz müəllim gəldi və deyir ki, bu bir şərdir. Amma yarım saatdan çoxdur ki, giriblər içəri, nə uşağı gördük, Fidanı, nə Fidanın sinif rəhbəri, müəlliməsinin hansı ki, uşaqdan pulu tələb eləyən və uşağa, Fidana deyən ki, əgər sən o kitabı almasan, 10 manat, 8 manatı verməsən, səni məktəbdən xaric eləyəcək. Akstavrun Xətai İcra nümayəndəsi Elşad Kərimov. Ailə haqqında bizim məlumatımız var. Bu barədə İcra Hakimiyyətinə məlumat verilib. Bu məsələ orada qaldırılıb. Rayonun baş arxitektoruna tapşırılıb ki, onların maddi məişət şəraitinin yaxşılaşması üçün tədbirlər görülsün. Yəqin ki, bu yaxın vaxtlarda olunacaq. Bunun iclasda birbaşa rayon İcra Hakimiyyətinin başçısı cənab Semrozov tapşırıq verib. Qələmə ehtiyacı varsa, dəftərə ehtiyacı varsa, hesabıma eləməyə hazıram. Mən sizə çox təşəkkür eləyirəm. Təhsil şöbəsindən gəlmişdilər. Qızım Məmmədov Fidana sovqat gətirdilər və çatışmayan kitabları verdilər. Sağ olsunlar. İcra Hakimiyyətdən də göndərdilər. Elşad müəllim, konservetimiz gətirdi, sovqat o da sağ olsunlar. Burada əslində qalsa çox məsələlər var, çox şaxəlidir məsələlər. Mən bir-iki məqamı saxlayıram hələlik sona, ailənin özü ilə bağlı. Hər halda öz fikrimi deyəcəm o ilə bağlı. Amma əldə elədiyimiz məlumatlar və nələr baş verib, bütün bunların hamısını gördük. Akstafa rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Eyyubova bizə məlumat verib ki, 24-25-ci illərdə şagird məktəbli forması və ləvazimatları ilə təmin edilib, məktəbdə oxuduğu dövrdə də qeyd olunan təminatlar məhz İcra Hakimiyyəti tərəfindən ödəniləcək. Eləcə də vətəndaş Günay Hacıqasımova xanımın, o qızın anasının müraciəti üzrə rayon mərkəzi xəstəxanasına da yönləndirilib və ailə və rayon təhsil sektorunun əməkdaşları tərəfindən ziyarət olunub. Məktəblinin çatışmayan kitab və test kitabları da təhsil sektoru tərəfindən qarşılanıb. Yəni, uşağın təhsil alması üçün lazım olan hamısı çəkilişdən sonra artıq verilməyə başlayıb. Bu bir plus. İkincisi, Qazaq Tovuz Regional Təhsil İdarəsinin açıqlaması da var ki, bəs balaca uşaq orada deyildi ki, bəs məndən pul alırlar, pul yığmaq istəyirlər məktəbdə. Bu tip informasiyalar da var idi və o ilə də bağlı. Səsləndirilən iddialarla bağlı şagirdin təhsil aldığı Akstafa şəhər Səadət Şükürov adlı 3 nömrəli tam orta ümumi təhsil məktəbində araşdırma aparılıb və pul yığılması iddiası təsdiqini tapıyıb. Məktəbli ilə təhsil müəssisəsinin psixoloqu tərəfindən söhbət aparılıb
və o ödənişin rayonda fəaliyyət göstərən özəl kurslardan birinin imtahanına qatılmaq üçün lazım olduğunu bildirib. Yəni, belə çıxır ki, məktəb pul yığmayıb və sadəcə olaraq özəl kurslara pul lazımdır. Və salam. Bu da belə. Və vurğulanıb ki, həmin regional idarə həm də adı çəkilən təhsil müəssisəsi heç bir özəl təhsil kursu ilə əməkdaşlıq etmir. Bu məlumat da var. Üçüncüsü, Dövlət Sosial Müdafiə Fondundan mətbuat katibi Rəşad Mehdli də məlumat verib ki, Akstafa rayon sakini Hacı Qasım və Günay Faiq qızının ünvanlı dövlət sosial yardımı və bağlı elektron sistemə sonuncu müraciəti 23-cü ildə olub və vətəndaşın müraciətinə ailə üzvü Hacı Qasımova Afət Faiq qızının vöen ödənişlərinin qaydasında olmadığına görə elektron sistem tərəfindən imtina edilib. Bundan sonra ailənin sosial yardımla bağlı elektron sisteminə müraciəti daxil olmayıb. Bəli, əslinə qalsa nəzarətdə saxlamışıq bütün bu məsələlərin hamısını və dünən də aldığımız məlumatlara görə dünən Akstafa rayon icra hakimiyyətindən həmin o ailəyə yardım gedib, Allah can sağlığı versin və həmin o ailənin də bir sıra məsələləri daim rayon icra hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılacaq. Və ələxüsusda o balacanın konkret olaraq təhsili başa çatana qədər onun nəzarətdə olması ilə bağlı söz də verilib. Amma burada iki məqam var. Birinci, uşağın atası aliment vermir. Bilirsiniz, inəyin də balası olur və inəyin aliment verməməsi mən başa düşürəm. Özünə kişi deyən bir şəxsin isə uşağının olması və ona aliment verməməsini mən qətiyyən başa düşə bilmirəm. Ailə boşana bilər, problem yoxdur, qətiyyən olur. Amma ortalıqda uşaq varsa, həmin o uşağın alimenti verilməlidir. Çünki sən uşağın varsa, o uşağın mütləq təhsili, yaşayışı, paltarı, qidalanması, bunların hamısını nəzarətdə saxlamalısın. Deyə bilərsə ki, fəhliyən və s. və ilaxır, okey, amma hər bir halda bala varsa, uşaq varsa, mütləq onu nəzarətdə saxlamaq lazımdır. Çünki sən özünə kişi deyirsən. Bu biri. İkincisi, bəli, evdə kadrlarına baxanda, diqqətlə baxanda görmək mümkün idi ki, çox kasıb bir vəziyyətdədirlər, çox acınacaqlı bir vəziyyətdə yaşayırlar. Amma kasıb, acınacaqlı vəziyyətdə yaşamaq, pinti yaşamaq demək deyil. Mütləq ev nə qədər də kasıb olsa, evin təmizlik işlərini görmək lazımdır. Qab-qacağın yuyulmasıdır, paltarların səliqə ilə bir kənara yığılmasıdır, zibillərin hamısının paketlərə yığılıb evdə qoymaqdansa onların atılmasıdır. Bu təsvirlərdə hər halda görünür. Bu qazanların elementar yuyulması yaxşı, sabun yoxdur. Nə bilim, hansı yuyucu vasitə yoxdur, başa düşürəm. Amma dədə-baba qaydası ilə torpaq və otu götürürsən, onu ilə sürtəndə qazanı tərtəmiz olur. Bunu ki eləmək olar, evi, başa düşürəm, evin döşəməsi də bərbad vəziyyətdədir. Amma bu paltarların hamısı səliqə ilə rahat bir kənara yığıb qoymaq olar ki, bunları eləmək olar, ev səliqəli olmalıdır. Mütləqdir. Çünki sonradan həmin o antisanitariya vəziyyəti elə həmin o balaca uşağın özünün psixikasına da, sağlamlığına da, ümumiyyətlə bütün vəziyyətinə çox mənfi təsir göstərəcək. Və həmin o şəxsdən sonradan normal bir adekvat vətəndaşın böyüməsi də çox böyük sual altındadır. Bu, ananın ünvanına deyilən sözlərdir. O ki, qaldı icra strukturu, təhsil şöbəsi, DSMF, bəli, onlar öz işlərini görəcəklər, görməklə. Və ən əsası da uşağın atası. Özvə kişi deyilsən də. Belə, nəysə, Naid, səndə vəziyyət nə yerdir? Mən başa sosialına işlədik. Show biznes tərəfdən toxunuruq, məsələlərin hamısına işləyirik. Sən nə edirsən? Mən heç nə yeməyin pişməyin gözlərim. Bu şəraitdə uşağı doğulsa? Nə tüzdür? Yo, doğub deyəndə ki, Hacı biz necədir? Yox, mən ondan danışmadım. Ümumiyyətlə insan deyirəm ki, məsələn, mən ondan biraz yaxşı şəraitdə yaşamışam, onu görmüşəm. Bəli. Yəni, Göyçayda doğulduğum illərdə biz kasıbçılıqla böyümüşük, müəllim ailəsində böyümüşük. Bir şey köhnə ola bilərdi, amma həmişə bizim evimizdə mən yadımda qalan odur ki, təmizkarlıq olub. Mənim anam həmişə təmizkar olub. Özdə bizim o akvaratiklərimizi ağ tikirdi. Mənim anam onu bir şey düşəndə bizi az qaldı öldürsün. 3 dənə cehizli yoxlayı sınıb mənim belimdə. Yəni həmişə biz şax, təmiz, məktəbə gedəndə, yəni özümüzün evimizdə məsələn hamamımız olmayıb, Allahın da olsun. Gedmişim nənəm gilə, ya indi harasa biz aparıblar.
həmişə biz təmiz o dırnaqlarımız, nə bilim, mənim deyək ki, oxuduğum dövrlərdəki müəllimlər də təsdiqləyə bilər. Evin özündə gül çiçək olub, köhnə olub evimiz, amma gül çiçəyin içində olub. Mən bu şeyləri biraz başa düşmürəm ki, yəni bunlar niyə baş verir, nə olub ki? Problem hələ ondadır da. Problem ondadır ki, insan niyə görsə özünü göstərmək istəyir ki, ha vəziyyətim ağır. Bir də o uşağın günahı yoxdur, o uşaq, biz heç birimiz bizi icazəsiz gətirirlər dünyaya. Mənə məsləhət ediblər bəyəm, olar sən gələsən, gəlmir. Gətiriblər də, indi gətirmirsənsə bunun məsuliyyətini daşımalısan. O yaxşı şəraitdə yaşamaq, ən azından təmiz şəraitdə yaşamaq. Uşaq dünyaya gəlibsə, birinci növbədə valideynin cavabdeh valideyn, ata, ana. Sənin əgər uşağı böyüdü, boya başa çatdıra, söhbət maddi cəhətdən tək getmir, ümumiyyətlə hər şeydən gedir. Onun tərbiyəsi, əxlaqı, onun dərsləri, ona nəzarət eləmək, ona fikir vermək, bunları eləyə bilməyəcəksənsə, ona görə də nigar durub oxumalıdır. Arifə bir işarə də kifayət. Doğum haqqında bir gözəl bir mahnı. Təzə dünyaya gəlmiş. Buyurun, Nigar Şabanova. Nazim mahnısıdır. Təşəkkür edirəm. Çox sağ ol, əzizim. Bu gözəl musiqi, bu gözəl aranjman, bu gözəl bəstə söz Nazimə aiddir. İzzətin bir kinosu vardı, biz onu kino üçün yazmışdıq. Amma bu elə yaxşı mahnıdır ki, oxuyuram da, verilişlərdə oxuyuram. Hətta klipi də var, klip də çəkmişəm buna. Əl-üstü bir dənə sponsorumuz barəsə məlumat ver, yeməyə gəldi. Dadına baxıb qiymət vermək lazımdır. Lalə də, Nigar da. Qiymət vermək lazımdır. O hələ belə gətirməmiş, o qiymətə görə Yemək lazımdır bunu. Sponsor barəsə məlumat verin, bəli. Risk eləyə bilərsiniz. Çox gözəl gəl, İlqar müəllim, iyi çox gözəl gəl. O ki qaldı, bax indi qiymət məsələsində. Sən duzlu Bacıoğlu, Mən çox sevərəm. super, əlin qolun var olsun. Adam belə dayısı olandan sonra. Allah səni qorusun, İki Allah doğul səni dayısına saxlasın. Mən sənə bir dənə yemək söz deyim, ciddi deyirəm, gətirəm. İlqar, həqiqi sözümdür, and ol Allaha. Sən bu işin üstünə çox ciddi düş. Yəni bu işin, bu gözəl sənətdir, aşpazlıq sənəti. Onda verilişə çox gəlməyəcək. gözəl sənətdir. Bu işlə axıra qədər məşğul ol. Həm çörəkli sənətdir, Bəli. ruzulu sənətdir, həm də ki, Həm də çörəyi bundan gözəl sənət var, mətbəxdə sən. Elə olacaq. Bunlar Mən ümumiyyətlə bu verilişə gələndə heç vaxt səhər yeməyi yemirəm. Yemir, bəli. Bilirəm ki, burada... Hələ buna görə gəlirsən. Adam var, bilir ki, 3 gündən sonra toya gecə, 3 gün diyetə saxlayır. Sən Allah saxlayır. Amma mən bu verilişə məhz sənə görə hədiyyə edirəm. Yəni sən olmasan məni bura gətirəcək İlqar, bu haqsızlıq oldu. Çox haqsızlıq oldu. Yox, sənə görə qaqaş, mən Toyuq kənd toyuğudur, qıdıram. Kənd. Mən Yeməyin bu dadına sözlərdən baxın. sonra Mən daha nə dözmürəm. deyəm? Vəssalam. Bu yeməyin dadına bir baxın. Mən sizə bir dənə söz deyim, lap bunu paket də eləmək olar ha, evə də aparır. Söhbətlərdən sonra dözməyib. Belə gözləri olan oğlan belə də yemək İyi pişirməlidir. biçirsən, pul. Söhbət İdə Parfümeridən gedir və yeni brendimiz olan İdə Parfümeri 2017-ci ildən fəaliyyət göstərir. 150-dən çox brend və 1000-dən çox ətir çeşidini sizə təqdim edir. Dünyaca məşhur ətirlərin xam maddələri birbaşa Fransadan gətirilərək bütün standartlara uyğun hazırlanır. 18 mağaza və onlayn şöbəsi də var. İdə Parfümün özəl kolleksiyalarından əlavə həm də ev ofis ətirləri, otaq spreyləri, ətirli şamlar və maşın ətirləri də mövcuddur. Halal xoşunuz. İdəsi də, toyuğu da. Mən sizə bir o qədər gözəl verilişdir. Bizi tez-tez çağırın. Gəlirik, şikayət Amma edirik. yeməkdən sonra oldu ya bu söhbət. Yeyirik, oxuyuruq, hədiyyə də alırıq, deyirik, gülürük, əhvalımız gözəlləşir. Elə bir idman eləmişik. Çıxırıq çölə, hamı ilə də yaxşı rəftar edirik, qəşəng. Bu gözəl verilişdir. Mənim balam bir daha təşəkkür edirəm. 10 bal üzərindən nə demək olar İzzət? 10 bal üzərindən. Vallah gözəldir. İlqar, Allah haqqı gözəldir. Yox, Neynəsəz də Yəni gözəldir. bilirsən necə? Prosta vallahla olmayacaq da Yəni balı vermək bilirsən lazım. nətərdir? Yəni mən indi burada efir vallah tamaşaçılar həqiqi sözün efir xatirinə, yəni burdan efirdəyik, burada mütləq yalandan tərifləmək lazımdır. Yəni bir qarın yeməyə Vallahi elə gəlməmişik deyil. Doğrudan sən bu işlə mükəmməl məşğul ol. Başqa verilişlər varsa yeməkli bizi çağırın. Mənə 10 Başqa balım cür ola verir. bilməzdi. Başqa cür ola bilməzdi. Baxın. O əllər ki var yeməyi hazırlayır. O əllərə hansı gözlər baxır? Tərif götürən. Cür oğlan. Vay, wow. Yox, sənə İlqar
tərif Mən götürəndir. istəyirəm ki, eşidirsiniz bu söhbətləri. Yəni əsas odur siz eşidin. Allah Zülfiyə xanıma can sağlığı versin. Sən Amin. bilirsən ki, mən Amin. hər şeydən nəsə tapa bilirəm. Bizim Bayaq Zülfiyə sənət xanımın- dediyi Allah can sağlığı Sənətkar. versin elə anaya ki, sən kimi oğul və bu dünyaya sənəti gətir. davam elətdir. Yəni İnşallah. İzzət Bir onu dənə demək söz. istəyir. Yəni Yəni Allah- səndə bu əla alınır. Dua Sən elə. belə yeməklər Nə işin var pişirsən, mən sənin- televiziyada? Ay, qardaş, Valla mən aparıcı kimi gəlmişdim. Hep bu nə? bir də sən, ürəyim, sənə bir şey aparıcı deyim. kimi Bəli. imkan verməz. Aparıcı aşpaz Aa, baba. İmkan verməzlər. Gördü, imkan Bir dənə verin. söz deməyim. Mən şəxsən bu canımla gör necə mən onlarla başa-baş gedəcəm. Dirənəcəm axı. O cıyla. Bir dənə laf, bir dənə çətin Mən var. çox Çətini bir istəyərdim dənə ki, sənin ayrı Eləsin verilişin Ürəyim, olsun. sən o Özü cıyla, hazırlasın, sən özü o cıyla danışsın. ola bilər Mən hər aparıcı rayon qonaq olacağam. olmaya bilərsən, amma yeməyin gözəldir, Aha. yeməyin duzun gözəldir özün. Yəni Ona görə. deyib gülməyin, danışmağın, əlini vursan əlin duzludur. İndi o deyir, o dua edirlər ki, Allah acların qarnını doydursun. Dua var da. Onu da sən eləyirsən də savab iş görürsən. Yeməyi pişir, o savab işlə məşğul ol. Savabdır Deyirsən da. aparıcı olmağı neyirsən ki, məsələn? aparıcı. Vəsli, Ay, valla. Sofa baba düzəldin ha. Hə, Deməli biz düzələn düzəlmə şeydir. meyilli adamlarıq. Biz Bəli, bəli. ərdə qalan deyilik. Biz bəzilər kimi sözü 50 dəfə eşitməyə xoşlanmırıq. Gözəl. Mənə 10 Çox bal çətin. verirsiniz. Mən verirəm şəxsən. 10, 10, Mən 10, səndən 10. şəxsi özəl veriliş Mənim gözləyirəm. şəxsən Yemək haqqında şikayətim özü var. də idarə balım et. var da. Qardaş kanal, Kanal S-də baxa bilərsiniz. Bəli. 40 balım bu gün də var. Yəni bu gün də bəxtim gətirdi. Möhtəşəm. Bu həftə mən yaxşı getmişəm. Deməli İlqar mən balla bağlı bir şey deyim. Bir sənətkar dostumuzu, bir dostu, imkanlı dostu, o şimdi məclisinə çağırır. Bir dəfə məclisinə çağırır, bu da bir yazıq səhərə kimi oxuyur, oynayır. Axırda deyir ki, sən bal həvəskarısan, sənə bir 3 kiloluq balonda bir şam ağacının balon verir. Tərifləyir, 1 saat verir. Şam ağacı. Hədə nəsə spetskirədən nə çəkilmir. Verir, balı bu çıxır gedir. Yenə 3 gündən 5 gündən sonra dostlar yığışır, milyonçu deyir o da. Çağırır yenə bu bədbax səhərə kimi oxuyur. Yenə deyir, "Ay filan yerdən bal gətirmişəm, Şanxaydan, nə bilim, hardan, Şirvanşahdan." O kimi ala bu balı da götürür. Üçüncü dəfə yazıq bu görür ki, pul yoxdur işdə. Dostuna deyir ki, sənə qurban, mən evdə ay saxlamıram, pul lazım. Hər məclisin axırında bal verirsən mənə 3 kiloluq. Allah can sağlığı versin. Pul da və bir Çox bazara sağ olun ki, gəldik. Gəldiniz, danışdıq, Çox söhbətləşdik, sağ olun, əhval-ruhiyyə qaydasına düşdük. Arada gələk. Arada hə, gəlin oturaq bir çörək. Yerimiz Sizə də bir bol. sualım var. Bəli, buyurun. Son olaraq. Ya haqqın Allahı. Deyin zəhmət olmasa, elə verilişiniz olub ki, əhval-ruhiyyəniz pozulub getmisiniz. Olub, bəli. Bax, həmən bu gün də o deyə bilmirəm. Yox, yox, bu gün deyil. Mən sizə deyim, başqa bir məqam var da. Əgər verilişdə mən saata baxıramsa, vəssalam, ləzzət alırdım. Mən elə gəl ki, Tez mən 3 dəfə bitməli baxıb istəyir. saat. Yox, yox, baxmamışam, bu Yox, gün baxmayın, mən baxmadım. bayaqdan İndi baxıram çünki ifa olmalıdır. Niyə? Çünki orada saat var ona görə.